Toydan sonra neler keçdi? Yazar Rıza Bərahini. Tehran 1361. Bu öykünün bütün karakterləri xəyalıdır. Hər cürə gerçək adamlarla oxşarlıqları da bütünlükcə şansıdır. Mərmər daşı yontalıb balacalaşdıqca heykəl daha da yekələr. Mikel Anj. Türmənin qapısı açılacaq, ayağa durdu. Bu işə alışmışdı. Baxıb gördü həmən çopurlu gözətçidir. Üzünə uydu. Bir gözü bala, o biri gözü isə böyük idi. Əlbət çopurlar gözlərini bugünə salmışdı. Üst dodağı da əyrilib sola çəkilmişdi. Axşam görüşün var. Görüş? Geçen həftə yatay olmaya. Bəyə geçen həftə nə olmuşdu ki? Dedilər görüşünə gəliblər. Məni Şəhribaniyə apardılar. 3 saat gözlədikdən sonra arvadımdan heç xəbər çıxmadı. Mənə heç ilgisi yoxdur. Əlbət görüş işlərini çözmüşlər. Yoxsa mənə deməzdilər səndən hazırlanmağını istəyəm. Saat 5:30-da dalınca gələcəyəm. Sonra da qapını bərkdən örtüb getdi. Çopurlu gözətçini yaxşı tanıyırdı. Tehran uşağı idi. Tehranlı olmasına da çox öyünürdü. İlk gün onun türməsinin qapısını açdığında demişdi: Mən düzəni sevərəm. Şəhristan uşağı deyiləm. Düz Tehranın göbəyindənəm. Başıma börk geçməz. Anladın mı? Rəhmət yanıtlamışdı. Hə sərkar, anladım. Amma siz deyən düzəni yerinə yetirməyə nə etməliyəm? Çopuruzlu gözətçinin hürməsini eşitmişdi. Düzəni yerinə yetirmədiyində gəlib səni qandıraram, deyib qapını örtüb getmişdi. Qoruqçulardan çox da zəhləsi getmirdi, amma bundan zəhləsi qaçırdı. İstəyirdi Tehranlı olmasını gözə çəkməklə Rəhmətin Qəzvinli olmasından xəbərli olduğunu anlatsın. Rəhmət belə düşünürdü. Həm də gərək Tehranlı ilə Qəzvinlinin fərqi olsun. Elə Tehranın Qəzvindən böyüklüyü qədər Tehranlı da Qəzvinlidən dəyərlidir. Amma bu gözətçi ilə çox baş-başa qoymaq da istəmirdi. Onun gözətçilik saatlarında ayaq yoluna getdiyi çağlar, ölmənin uşaqlarından bir neçəsini görmüşdü. Üzləri duvara sarı, ayaqları dalıya verilmiş, burunları duvara yapışıqlı, əlləri isə dalılarına, barmaqları da bir-birinə qarmaqlanmış bir biçimdə dayanmışdılar. Qayıtdığında onların bir ikisinin burnundan ayaqlarının qabağına qan damlarkən görmüşdü. Çopurlu gözətçi isə başqa bir tutsaq yerindən tərpəşib deyə dizlərinin arxasından batonla vurur, sonra gözətçi Rəhməti türməyə atdığında Rəhmət qapının ağır zəncirinin açılıb bağlanma səsindən, gözətçinin bir şey dalısıca bölümdən eşiyə çıxdığını anladığında, duvarın qarşısında duran 3 tutsaqdan birinin səsin Anası, dostaqdan eşiyə çıxdığımda sənə ucu qulağı görünməyən bir qulluq edim, gəl gör, deyərkən eşitmişdi. Rəhmət çoxraq sevirdi, yenə də 5 həftə öncə yatay, onu arvadının görüşünə aparan 22 yaşında yekəpər, bircənd uşaq olan Bəratəli adlanan ancaq Rəhmətin bilincində əsl adını itirib, Bircəndli adı ilə qazılan gənc gözətçi gəlib, onu Şəhribaniyə aparıydı. Rəhmət bu Xurasanlı gənci görmədən öncə Xurasanlıların arıq-uruq olduqlarını sanırdı. Rəhmət düşünürdü Tehranlıların əlin göb basmaqda təkcə onlar dalıdan bağlaya bilərlər. Bir dönədə Fars ədəbiyyatını dərs verən Arıq Ölüvay ancaq Şahnamənin Rüstəmi qədər hərbə zorba gələn Xurasanlı əməkdaşını yaman əzmişdi. Əməkdaşı Rəhməti vurmaq istədiyində Rəhmət onu qabaqlayıb,
Bütün iş yoldaşlarının gözü önündə şapalağı bərkdən Xurasanlı öyrətmənin qulağının dibinə yapışdırmışdı. Yazıq Xurasanlı öyrətmənin qüruru yaralanaraq oturacaqda oturub ağlamağa başlamışdı. Rəhmət elə o anda utandığından yazıq öyrətmən ilə onun əməkdaşlarından, hətta özündən də bağış diləyib, öyrətmənin 2 yaş yanaqlarını öpüb, sonra hamısını götürüb Şəmşiri kilo kebabxanasına aparmışdı. 2 gün öncə onu ısıq suya aparmasına baxmayaraq, gövdəsi qoxumuşdu. Özəl dostaq qoxusu. Yenidən geyinməli olmuş dostağın cırcındır paltarlarının qoxusu. 5 həftə öncə qadını gətirdiyi yepyeni köynəyini bir dönə geyinib, batırmışdı, sonra yuyub, qadını o biri dönə görüşünə gələndə geyməsi üçün qırağa qoymuşdu. Qalxıb dostaq paltarlarını soyundu, sarsaqqalını qaşıdı. Qadını indiyədək onu bu qədər saqqallı görməmişdi. Özünün qəhvə boyalı şalvarını geyindi. Sonra köynəyini soyunub, qadını gətirdiyi krem boyalı köynəyini əyninə keçirdib, sonra da pencəyini geydi. Bayırda üşüdüyünü sandı. Qadını bir qəhvə boyalı yün şal gətirmişdi. Onu da boynuna saldı. Dostaq divarında olan açışkanın şüşəsindən eşiyə baxarkən gündüzün işığı solmuşdu. Ancaq hava çox da qaranlıqlaşmamışdı. Bəlkə neçə gün öncə yağan qar hələ də yerdə, binanın çevrəsində olan çəpərlərin dibində qalmış idi. Dostağın eşiyi ilə dalanın altından ağ qalay boşqabların, adamların get-gəl səsi gəlirdi. Keçən dönədə görüşə gedərkən şamsız qalmasını anımsadı. Astaca dostağın dəmir qapısına çaldı. Gözətçi, səsi boşqabla gələn-gedənlərin potun səsləri arasında itdi. Bir daha dəmir qapıya çırpıb yüksək səslə dedi. Sərkar! Sərkar! Nədir? Bağıran kimdir? 17-ci türmə sərkar. Kim vardı? Qalsın şamdan sonraya. Rəhmət yemək vermək üçün gözətçinin türmə qapısının açmasını gözləyir. Öz-özünə, keşkə bu dönədə bir cəndli oğlan olsun. Pis uşaq deyil. Nəsə birdən gecə arvadı ilə görüşdükdən sonra elə 5 həftə bundan öncəyədək qat-qarışıq yuxu gördüyünü yadına saldı. Yuxuda ölübdü. Bir cəndli oğlan elə bu 17-ci türmədə arvadı ilə oturubdur. Nədən arvadı bu türməyə girib deyə şaşırmışdı. Türmənin divarından gəç oradan-buradan qopub tökülmüşdü. Siyasi dostaqxana olmadan öncə komitə olan dostağın divarında əyri-üyrü yazı biçimində yazılan sarsaq şüarlar eləcə qalmışdı. Məni apardı dar ağacına, şirinin eşqi. Nazan, hələ də sevirəm səni. Ucalara qoyun tabutumu, külək ətrimi şiraza saçsın. Keşkə vətəndən didərgin düşəydim, amma bu qara daxmaya düşməyəydim. Rəhmət yuxusunda elə bu şüarlar altında bir cəndli oğlanla arvadının sevişdiyini görmüşdü. Nəsə, başqa qara basmaları da aydınca görməməsində nədən olmuşdu. Ancaq özünü ölü bilirdi. Ancaq öldüyü halda arvadı ilə bir cəndlinin sevişmə görüntüsü neçə dönə təkrarlanmışdı. Birdən yuxudan durub yola düşmüş idi. Əmdən düşmüş adamın durumunda idi. Yəni, yalnızca əmdən düşmək deyildi. Çətin durumlarda biləsinə əl verən o uyuşmaz hallardan idi. Dünən gecə arvadı gətirən bağlavalardan neçə dənə yemişdi. Ağzı özəl bir yağ qoxusu verirdi. Yarımcan göründüyünə baxmayaraq yarı azğın halda idi. Özünü əlləşdirmək istəmişdi, ancaq gözətçinin türmənin bacasını qaldırıb buna baxmasından çəkinmişdi. Öncələrdə neçə dönə o dəlikdən ona baxmaqlarını görmüşdür. Öz-özünə,
axı türmənin bacasından mənə baxmağın nə yaxşılığı var demişdi. Sonra da köynəyinin həm də arvadı göndərən boyun şalının üstünə əyilmişdi. Yavaşca boyun şalına əl vurmuşdu. Elə bil boyun şalı musiqi alətidir. Elə bil əlinin basması biraz da çoxalsa, duyğularının səsi hər yanda yansıyacaq. Boyun şalını qozamışdı. Elə o yavaşlıqda həm də gözləyərək üzünə yaxınlatmışdı. İliyəndən sonra da arxayınlaşmışdı, arvadı küçələrində baqqal dükanına sarı olan otaqda uzanıb yuxlamışdı. Hələ ayın işığı da tor pərdələrinin arxasından yanaqlarına, həm də saçlarına düşübdür. Qaynanası da arvadının yanında yatıb, o dostaqdan çıxmayınca, ya ən azı durumu aydınlaşmayınca arvadı əl dəyməmiş ona qalacaq. Boyun şalının yumuşaqlığından bu arxayınlığı qazanırdı. Ancaq bəlli deyildi, alın yazısı nələr qabağa gətirəcək. Çevirən Vətən Dili Qrupu. Səsləndirən Mehdi Miyabli. Bizim axağımızın adresi Dastanca. Bizə qoşulmaqla bizə arxa durun. Qapı açılıb, bir gözətçi raqu kasasını türmənin qapısı ağzına qoydu. Nə Tehranlı gözətçi idi, nə də bir kəndli. Həmişəyə tay raqunun əti yox idi. Azca şəhrə, biraz da piydən, dəridən, azca da qırmızı, həm də göyə çalan su içinə qatmışdılar. Ancaq iyisi elə raqunun öz iyisi idi. Sərkar, sizdən öncə duran gözətçi mənim görüşüm var dedi. Dedi saat 5:30-da dalımca gələcək. Qorxuram gec ola arvadım gedə. Rəhmət dedi. Gözətçi rəhməti gözdən keçirdib, demək bu cür özünə yetişməyin öz başına olmayıb. Ayaqların necədir? Dedi. Heç zadları deyil, qabı qoydum. Təkcə bir dərin yaram var idi, o hələ baş bağlamayıb. Siz hardan bildiniz? Mən təmşiyyət otağındaydım. Ayaqlarını mən bağladım. Əcəb, mən heç başda olmamışam. Hardan biləcəydin axı? Gözlərin bağlıydı. Gözətçi deyib, sonra da artırdı. Kəsinlikcə dalınca gəlib apararlar. Hələlik şamını ye. Oturdu. Gözətçi türmənin qapısını bağlayıb getdi. Şamını yeyəndə Zumar ayının son günləri yadına düşdü. Səhər tezdən saat 8-də səhər yeməyindən yarım saat sonra 18 saat tutulmasından sonra türməsindən eşiyə çıxartdılar. Ölümün qapısından da keçirtdilər. Həyət kimi bir yerdə olmasını düşünürdü. Göz örtüyü altından burnunun dağ kimi şişib yekəldiyini, qıçlarından görünən bir kölgə, bağsız ayaqqabılarını, kərpicdən döşənəcəkli həyətin yerindən bir parçasını görürdü. Göz bağı altından bəlli-bəlirsiz günəşli bir günün başlandığını sezirdi. Tehranın bu mövsimdə günəşi hətmən yapışardı. Amma indi bu durumun acısından dolayı günəşin istisinin oxşayıcı olduğunu sezə bilmirdi. Çevrəsi qımıltı ilə doluydu. Birinin ürəkdən yaman dediyini, birinin də bütün gücü ilə bağırdığını eşidirdi. Verilən buyruqla bağırtının arasında açıq bir ardıcıllıqla
düzən var idi. Sonra 2-3 metr kör-körünə qabağa itələnib, yerə dəyəcək qədər bətərdən biri peysərindən vurdu. Bilinçsizcə əllərini sinəsinin önünə gətirib, başı sinəsi üstə yerə dəyməsini önlədi. Sonra onu ayağa qalxızdılar. Onu qalxızan əllərin çox güclü olduqlarını sezirdi. O an ondan qabaq qulağına toxunmadığı bir sözcüyü eşitdi. Yəni bu ortamda kötək yeyə gözü bağlı çevrəsində olan şəbəhlərlə birlikdə belə bir hay-hüydə eşitməmişdi. Eşitdiyi sözü ağır yüngül etdi. Təmşiyyət, təmşiyyət. Burada bu sözün daşıdığı anlam nə olur? Təmşiyyət-i umur, məşiyyət-i ilahi, məşyi dövlət, xətt-i məşy. Sözləri beynindən keçdi, amma indiyədək təmşiyyət otağı deyə bir söz eşitməmişdi. İki kişi iki əlindən tutub onu yuxarıya aparırdılar. Yuxarıda sanki biri bir sözlük bunun önünə açıb, bu sözcüyün anlamını ona deyəcəkdi. Pillələrdən dolambac yuxarı çıxırdılar. Yadına gəldi, bir dönə Qəzvində məscidin minarəsindən yuxarı çıxıb, başının üstündə göyün fırlanmasını hiss etmişdi. İndi də onu öz dövrəsinə dolandırıb, o anda da yuxarıya apardıqlarını hiss edirdi. Hərdən bir işıq gəlirdi. Anlayırdı, göz örtüyünün eşik yüzü işıqlanır. Eşikdə göz örtüyünün ötəsində ya günəş var, ya güclü elektrik işığı. Sonra qalın bir örtük qalxdı, ancaq birdən örtüyə görə ayrı hiss duydu. Hiss etdi, qara bir örtüyün enindən içinə batır. Örtük qalın idi. Daha çox prezent bir şey kimi, hətta belə rezin demək olardı. Sonra öz-özünə düşündü, görəsən ola bilər adam örtüyün enindən içinə bata. Sanki qaranlıqdan keçmək, qalın örtüyün içindən keçmək kimindir. Hələ də yanlarda olan əllər onu sürdürürdülər. Sonra içəri girib dayandı. Bir nəfər buyruq verdi. Başmaqlarını çıxart, pəncəyini də. İstəmədən sözə baxdı. Çevrəsi qızğın ləhləyənlərlə doluydu. Sanki neçə böyük, ac, yırtıcı heyvan onu parçalamaq üçün yaxınlaşırdılar. Biri əlin tutub neçə addım apardı. Sonra dedi, otur. O da əl-ayağını itirib oturdu. Elə o səs ayrı birisinə də buyruq verdi. Bağla. Bir nəfər qıçlarını qovzayıb yaylı təxtin üstünə qoyub dedi, uzan. O da özünü itirib uzandı. Başından ayaqlarına sarı təxtin enişli olduğunu sezdi. Əl-ayağın təxtin yuxarı aşağısına bərk bağladılar. Sorğular hamısı neçə həftə öncə onun gərginləşib verdiyi söyüşə görə idir. Və həmən sorğuları soruşan adam onu qırmaclamağa əmr edirdi. Bu qırmac deyildi. Çox hizli şəkildə közərmiş kömürü ayaqlarının altına qoyub, ayaqları yanırdı. Otunu şalvarın qatına qoyub, cızzacız səslənib, ondan buxar qalxan kimi kömürləri ilə ayaqlarının toxunmasından da həmən buxarın qalxmasını duydu. Ancaq göynəmə təkcə ayaqlarında yox, ağrı ayaqlarının altından düz gözlərinin dərinliyinə köçərək, birdən göz örtüyünün altında onu kör etməyə başladı. O indi bilirdi, yarım saat öncə onu həyətdə saxladıqları zaman nədən bir nəfər otaqların birində içinin dərinliyindən bağırırdı. 5 ya 6-cı qırmacdan sonra bağırmağa başladığından dolayı qırmac 22 ya 23-ə yetişərək harda olduğunu yadından çıxartdı. Təkcə varlığının dərinliyində bilirdi, hələ də bir nəfər vur deyir. Bir nəfər də onu buyurduğun yerinə yetirirdi. Birdən-birə yuxu görməyə başladı. Sanki çox hızlı qaçıb bir yerə çataraq yuxu görməyə başlamışdı. O, Qəzvində uşaqlıq evinin küçəsində olmasını hiss edirdi. Qışdır, qar yağıb, ancaq o isitmişdi. Ağır, həm də sarsıdıcı bir isitmə. Gözləri sinirli, dimdiyi qanlı böyük bir qarğa açışqaya döyür.
Sanki ağacdələn ağacı döyür, şüşəni sındırıb içəri girmək istəyir. Şüşənin yüksək səslə sındığını hiss edirdi. Daha sonra yataqda idi. Qıçlarının arasından nəsə isti sıyıq bir şeyin qaynayıb coşub daşdığını hiss edirdi. Sonra qəzvində də deyildi. Yuxu da görmürdü. Oyaq idi. Ancaq yenə də isitməsi var idi. Hələ də buyruq edib qamçılatdıran kişi əlini onun üzünə qoyub, göz bağı altından oğuduna toxunaraq deyirdi: "A kişi, oxulda uşaqların yanında məmləkətin şahına söyüş yağdırırsan. Elə isə görərsən qamçı altına girəndə necə şalvarını da əynində saxlaya bilməyəcəksən." Rəhmət qızdırma hali ilə sanki göz bağı altından gözlərinə iynə sancırlar, qan tər içində yerini batırıb ömründə şaha söyüş vermədiyini deyib mırıldanırdı. Ayrıca qamçılar altında yerini batırıb və belə sarsaqca danışıqları daha normal sayırdı. Sonra buyruq edən kişi "Ox yedimə düşənədək vur," deyirdi. Yenə də vurmağa başladılar. Onu pox yediyimə yetirəndən sonra da qamçı ilə vurmağa davam etdilər. Yenidən qaçmağa başladı. Öncəkindən daha da yeyin. Sonra mürgələnib yuxu görməyə başladı. Heç belə yüngüllənməmişdi. Elə Qəzvin idi. Bu dönə cəmaatın qalxızıb dəbərtdiyi əyik tabut taxtasının içində idi. Cəmaat dua yaxud şuar oxuyurdular. Bu şuarlar və dualar bətər ürəyinə yatırdı. Ancaq hələ də o isti sıyıq qıçlarının arasından coşurdu. Kütlə onunla sayğılı davranıb onu başları üstünə qaldırsaydılar da, o anda düz kütlənin başı üstündə utanmazcasına işəyirdi. Cəmaat bunu duvarların, xiyaban qırağında olan qarlı ağacların, elektrik dirəklərinin, herələrin, bağlara sarı olan dükanların həm də karxanaların kirkirəli açışkalarının yanından keçirdirdilər. Evlərin dam üstünü, məscidlərin günbəzini görürdü. Elin dualarından həm də şuarlarından bətər xoşu gəlirdi. Bir qapqaranlıq evə girdikdən sonra bu evin bir geniş eyvana çatan pillələrindən çox yeyin üstə çıxdılar. Toplum da şuarlar ilə, dualar ilə pillələrdən yuxarı gəldilər. Tappatap, tappatap, tappatap səsi ilə. Sonra Qəzvinin ən uca damının üstündə olduğunu hiss edirdi. Ancaq damın üstü bir böyük eyvan idi. Bir futbol meydanının en boyunda olan, hələ bəlkə ondan da daha böyük. Qar kimi ağ bir şey meydanın üzərini tutmuşdu. Daha sonra hamının dalıya çəkilib pillələrdən yenməklərini duydu. O qaldı, bir də geriyə çəkilən ayaqların səsləri ilə, bir də dalıya qayıdan top səsi. Daha tappatap eşitmədi. O qaldı, o geniş uca damın üstündə, göyümsov, uçsuz bucaqsız göyün qarşısında, onu güdən elektronik gözlər kimi olan ulduzlar var idi. Sonralar düşündü, baygınlıq şikəncənin qarşısında bir təhər dayanmadır. Baygınlığın dərinliyindəki yuxular qorxunc eşiklə bol ılğımlı için arasında tarazlaşmaq üçün bir yoldur. O da bu tarazlaşmağa möhtac idi. Yükdən getməsi dərinləşəndən sonra elə o enişli təxtin üstündə buraxıb getmişdilər. Sonra da alt qata aparmışdılar. Elə həmən buruq pillələrdən düşüb, həmən qalın brezenti pərdələrin arasından keçib, sonra da göz örtüyünü gözlərindən götürmüşdülər. Bir sadə, olağan idari otaq idi. Otaqda idari olmayan tək şeylər, mıxlardan aslanan məftillər idi. Yenidən sorğu-suala tutdular.
İstintaq ocağında bir ana mehvər var idi, o da həmən şaha söyüş verməsi idi. Həmən mehvərin dövrünə öz yaşamı, arvadının yaşamı, bütün uşaqlığının yaxşı qolay anıları, həm də özü ilə arvadının gələcəyi fırlanırdı. Doğrudan bir söyüşün belə bir dəyəri var imiş. Şah da xoşlayırsa ona söyüş versin. Neçə dənə söyüş sevir həm özünə, həm də nə ki varına verə bilər. Bir dil ucu söyüş hər şeyi onun gözünün önünə gətirmişdi. Həmən bunu satan kişi bunu satmaq vərinə buna 10 dənə söyüş verə bilərdi. Nə olardı? Bunu satan Həbibullah Muğani adlı bir yeni öğretmen olan uzun üzlü, qalın dodaq, göy gözlü, peysəri yoğun bir adam idi. Qameno adlı oxulda sanaq deyirdi. Sanağı bilmək heç də biləsinə yaraşmırdı. Boynu güləşənlərin boynuna bənzəyirdi. Rəhmət Qameno adlı oxuldan daha acığı gəlmişdi. Elə tutulan həməni o oxuldan zəhləsi getmişdi. Kaş heç o oxula gedib Muğani kimi adamın yanında dərs verməyəydi. Əlbəttə, evin icarə pulunu artıq dərs verməkdən çıxartmağa məcbur qalmışdı. İndi isə dərs verməkdən yaman acığı gəlirdi. Yaxalanmamaq üçün hər nə gərəkirdisə yerinə yetirmişdi. Evliliyindən neçə il öncə olan ilk tutsaqlığından sonra heç yersiz bir iş görməməyinə öz-özünə söz vermişdi. Ancaq bir gün təkcə bir anlıq güclü bir acıq işi korlamışdı. Elə bil içində qalanmış, üzünə gətirmədiyi bir şeylər birdən-birə həm içdən, həm də eşikdən üzə çıxıb, hamının qabağında şaha yönəlik olan bir söyüş şəklində ağzından çıxmışdı. İstəksizcə, istəmədən belə bir olay baş vermişdi. Sanki illərdir danışmadan yuxu görürdü, amma bir an birdən-birə yuxusunda danışıq gücünə əl tapıb, o söyüş bütün gücü ilə bütün gözətləmələri, önləmləri ayaq altına alıb ağzına gəlmişdi. O an göy gözləri ilə Muğani Rəhmətin hələ də partlayış izləri daşıyan bomba sayaq partlamış ağzına baxmışdı. Bu partlayışı təkcə Muğani seçə bilərdi. Rəhmət tutuqlanan andan sonra mədrəsə binasından, pəncərələrdən, günortanın saat 2-sində basketbol meydanında atılıb düşən idman şortu geymiş ağpota qışları görünən qızlardan, Roosevelt xiyabanından, Təxti Cəmşidin Roosevelt 4 yolundan hərdən Qənari adlı qəfədə oturub çay ya qəhvə içib qadınları, erkəkləri ilə birlikdə tamaşa edərdi. Hərdən Qameno oxulundan neçə addım uzaq Amerika səfirliyində yerə oturan helikopterdən, oxulun çevrəsini qarmaqarışıq görültülü edən Əmcədiyyə meydanında olan oyundan nə isə hər nədən bezmişdi. Deyirdi, kaş evlənməmişdim. Kaş evlənməmişdim. Oturub sorğuları adam balası kimi yanıtlamışdı. Ancaq yuxuları ilə kabusları onu buraxmamışdılar. Yuxularının meyarı ayıqlığının meyarından başqa bir şeydir. Hiss edirdi, yuxuya görə gərək çox şey oxusun. Elə ki bilsin yuxu anlamı nədir. Duymuşdu, yaşamı daha gözəl anlam tapacaq. Amma bu yuxuları görməklə yuxularının gizəmli şəkildə yönsüz olmasına varırdı. Bir gəncli ilə arvadının sevişməsini yuxuda görürdü. Ancaq ayıqlığı kimi ölməyə qədər sinirlənmək yerinə yarım həvəslənmiş durum tapırdı. Elə bil, yuxularının özünə özəl qaydaları olması onu qurumsaq edib təhrik olunmuş duruma salmışdı. Yuxuları yönsüz olsa da o anlara tərəfsiz ola bilmirdi. Düşünürdü, yuxular onun olduğu üçün sanki vücudundan ayrılmaz bölümdürlər. Onlara görə nə qədər araşdırma edirdi, yenə də yargıları dəyişilmirdi. Hayatı içəridən incidici gözəlliklə dəyişilməkdə idi. Hiss edirdi, yel geyinliyi ilə uçurumlu enişlikdən aşağı doğru qaçır, yerə düşmür, qaçır, kef eləyir, amma qorxunun o qədər çox olması üçün yalnız gülməyi tutur. Coşqulu, çox hizli, olağanüstü qorxunc, keyf verici bir gülüş. Yuxuları bu azı ilə ləzzətin bir bölümü idilər.
Bəlkə də yuxuları bu azı ilə ləzzətin ilkin bölümüydülər. Sanki hər şeyi divan qurmadan bilirdilər. Təkcə hər şeyi aralaşmazlıqla göstərib dalı çəkilirdilər. Tam susquyla aralaşmazlıq içində yuxunu açıqlamaq həmən onu yozmaq idi. Onu yorucuya demək lazım deyildi. Yuxunu açıqlamaq öz-özünə yozmaq demək idi. Dil yuxunun yozması idi. Rəhmət aralaşmazlıq olduğuna çalışırdı. Qoy hər nə yuxu gəlirsə gəlsin, onu açıqlamayacağam. Kimsəyə deməyəcəyəm, pırtlaşıq durumdan yaxud hürküyüb qaçqınlıqdan qurtarmayacağam. Qoy hizli gəlsin, bütün qorxuncluq ilə gəlsin. Mən varam, bir də yuxularım. Görəcəyəm və yenə də görəcəyəm. Ancaq bir yuxu onu buraxmayırdı. Yuxularında təkrarlanırdı. Sanki təkrarlanmasıyla bir çeşid yozmağa yol açırdı. Aralaşmaz rüyaların çevirgəsindən aşmaq istəyirdi. İstəyirdi üzə çıxıb günün ortasında dünyanın bir bölümü olsun. Əski yaşamında insan olmuş bir quş kimi tikintilərə, şəhərlərə, toplumlara, tarixlərə qoşulmaq istəyirdi. Adamların bütün sözlərin anlayırdı. Elə ki, gizəmli şəkildə onların işləri ilə davranışlarına qarışırdı. Ancaq ağzını açıb danışanda bir insan kimi ya ilk yaşamı olan insan kimi danışmaq yerinə təkcə göynək şəkildə cük-cük edib adamlar və gerçəklərin ortasından adsızlıq, alçaqlıq həm də dilsizliyin dərinliyinə çəkilirdi. Ancaq bərk hüşlü, abraparan həm də ön bilici qaldı. Bu yuxu sadə bir yuxuydu. Onların toy gözgüsü ora-burası çatlamadan düz ortadan dəlinmişdi. Dərin, uzun, dar, həm də qaranlıq bir dəlik idi. Arvadı gözgüdə olan dəliyin o biri yönündən onunla danışırdı. Arvadının sözləri toylarının ilk gecəsi ilə ilgili idi. O, arvadının dediklərinə yanıt verməyə çalışırdı. Arvadına heç vaxt xiyanət etməyəcəyini, ona gözəl bir yaşam, kefisazlıq, xoşbəxtlik sunmağı söz vermək istədi. Arvadına onunla evlənmədən öncə həyatında bir-iki qadının olduğunu etiraf edirdi. Ancaq onu sevdiyinə görə onları tərk etdi. Amma arvadı onun dediklərini başa düşmürdü. Demək, onun səsini eşidə bilirdi, ancaq sözləri anlamaz idi. Elə buna görə də arvadının çox aydın səsini eşidirdi ki, onun aydın danışdığını, dediklərinin yenidən deməyini istəyirdi. Ancaq nə qədər çalışırsa da sözləri hələ də anlaşılmaz idi. Toy günündə arvadına belə sözlərin söylədiyini düşünürdü. Arvadının qohumları ilə öz qohumları hamısı onun çevrəsi ilə başının üstünə toplanmışdılar. Qarşı otaqdan ilginc bir mahnı səsi çıxırdı. Elə həmən anda inşallah mübarək olsun, inşallah mübarək olsun qışqırırdılar. Evliliyin ilk anından arvadı ilə anlaşmaya keçmək üçün çalışırdı. Əlini gözgüdə olan dəliyə qoyurdu. Hətta arvadının nəfəs alıb vermə səsini belə dəlikdən eşidə bilirdi. Daha sonra dəlikdən haray çəkirdi. Ancaq özü də bilirdi sözləri, səsi, arvadına anlatmaq istədikləri hamısı anlaşılmazdı. Arvadı isə dumduru səsi ilə elə o gözgünün şüşəsinin cinsindən olan bir səslə çığırıb ona deyirdi daha uca, daha yaxşı danışsın. Həm də soruşurdu, niyə səsin bu qədər dəyişib? O da yenə əlindən gələni edirdi, ancaq arvadı ya heç eşitmirdi, ya da yaxşı eşitmirdi. Elə ki, tutulmasından 4 həftə sonra arvadı ilə görüşdü, daha onu o şəkildə yuxusunda görmədi. Öz-özünə düşündü, yuxusu yozulubdur. Yuxusunda arvadının səsini gözgünün dəliyindən eşitmirdi.
indi isə səsini eşidə bilirdi. Buna görə də Rəhmət arvadını bir daha o cür yuxuda görmədi. Buna oxşayan bir şey demək olardı. Gizemli, adsız, duvarın dalında olan bir od kimi, istisini kərpiclərdən duvarın bu yanına keçirdən ancaq özü görünməyən yuxularıyla ayıqlığının arasında bir təhər dəngə, tarazlıq qururdu. Yaşamının necəliyi Rəhmətə aydınlaşırdı. Normal durumlarda bu onun üçün əlçatmaz bir şeydir. Ayıqlıqda sevincli olsaydı, həm də çox sevincli olsaydı, bir pis yuxu görüb xoşluqlarının tərəzi gözündən azalıb, çətinliklərinin tərəzi gözü daha ağırlaşırdı. Gerçək yaşamı acılarla dolu olsaydı, şirin yuxular görürdü. Zifaf gecəsində görən yuxunu heç vaxt unuda bilmirdi. Bir nəfər boyalı qəfəsdə ona bir cüt sevgi quşu vermişdi. Sonra gördü ay çıxıb dümdüz icarə etdiyi apartmanın üstündə dayandı. Ayağa qalxdı. Sevgi quşlarının qəfəsini götürüb açışqa qırağına gətirdi. Yavaşca qəfəsin qapısını açıb əlini içəri salıb quşların birini götürdü. Sonra da qəfəsin qapısını bağladı. Açışqa önünə qoyulub onun bağlanmasının qabağını alan kaşı parçasını götürdü. Quşun başını açışqanın kərpici üstünə qoyub 3-4 dənə bərkdən kaşı parçası ilə quşun başına çaldı. Sonra yenə əlini qəfəsin içinə salıb bu dönədə çabalayıb cik-cik edib özünü qəfəsin o yan bu yanına çalan ikinci quşu çıxardıb birinci quşun başına gətirdiyi oyunu bunun da başına gətirdi. Sonra yel vurub açışqanı örtüb bunu yuxudan oyatdı. Durub arvadını yanında rahatca yuxlamışkən gördü. Sevgi quşları da arvadın atayı yuxlamışdılar. Açışqanın örtülməsini həm də kaşı parçasının yerə düşməsini görüb ayağa qalxdı. Açışqanı yenidən açıb sonra da bir kitab gətirib açışqanın tayının önünə qoyub yenidən yuxladı. Bir pis yuxu, sevgi quşlarının öldürmə yuxusu, zifaf gecəsinin bütün dadını damağından qaçırtmışdı. Rəhmət bu yuxu ilə oyaqlığın arasında yaranan dəngəni arvadı ilə ilgili bilirdi. Öz yaşamına arvadının sırlı bir biçimdə qarışmasını duyurdu. Tutulanda evlənməsindən 6-7 aydan çox keçməmişdi. Hələ də ürəyində şirin bir balayını yaşayırdı. Evləndikdən bir gün sonra Məşədə getmişdilər. Arvadı yaxşı bir erkək ələ gətirə bilsəydi, balayına Məşədə getməyi adamışdı. Rəhmətə belə adaq adamalar anlamsız idi. Amma indi onun belə bilgisi olmadan evliliyinin dərin bir qutsal anlam daşıdığını sezirdi. Həs arvadının onun kimi bir erkəyi əri olması üçün əldə etdiyi İmam Rizanın araçılığı ilə idi. İmam Rizanın bütün yaşamının baş qarışıqlığına, ha belə kədər dolu ölümünə baxmayaraq, o gözəl, göz alıcı zərihin dərinindən arvadının yardımına gəlmişdi. Bir sürə vaxtını o parlaq qəndillər altında, o qızıl hərəmdə, o qədər sığınmış, yazıq, işdən düşmüş, cırcırıq paltar geymiş, hamısı da ağlar, maraqlı, dilək dolu qadın erkək arasında bunun arvadının adağını ayırıb, Rəhmətin yolun, başqa qadınların, bütün işlərin, erkək dostların arasından, çeşitli siyasi, toplumsal sorunların arasından, tanıdığı mədrəsə qızlarının içindən, üniversite yoldaşlarının arasından, bütün dörd yolların, meydanların içindən, Rəhmətin yolun əyib sonunda onun qəsr dörd yolun başına, Rəhməti dəng edən ərteşin soruşturma sorğuçusunun sorularına yanıt vermək üçün soruşturma idarəsinə getdiyi bir ara gün günü onu bu qumral saçlı, tox qəhvə boyalı gözləri olan, orta boylu, ətli, dolu, kiçik əlləri olan, sevinç dolu, gülüşləri ürəkdən qalxan bu qızın yanına çatdırmışdı. Zöhrə sonralar Rəhmətə bu İmam Rıza adağın 3 gün o görüşdən öncə adadığını demişdi. Beləliklə İmam Rızanın bu işdə əli olub araçılıq etməyində heç bir quşku yoxudur.
Birdən ikisi də özlərini Abbasabadda bir taksi içində Qəsr 4 yolu ilə Roosevelt xiyabanının başı arasında gördülər. Taksi 3-4 dönə pıt-pıt edib o yan bu yana burulub, asqırıb, öskürüb, sonra işdən düşmüşdü. Zöhrə gözaltı Rəhmətə yandan baxıb, Rəhmətin də sürücü gözgüsündən ona baxmasını sezmişdi. Sonra Rəhmət demişdi, yaxşıdır ayrı taksi ilə getsin. Sürücü də qəbul edib, heç pul da almamışdı. Rəhmət enəndə Zöhrə də öz əlində deyilmiş kimi inmişdi, çünki o taksi ilə bir yerə getmək olmazdı. Sonra ikisi də qayıdıb bir-birinə gülümsəmədən baxmışdılar. Zöhrə işini qurtulmuş bilsə də ürəyində demişdi, ey İmam Rıza, əlim ətəyini, başqa bir taksi. Sonralar o anın duyguların tam baş verdiyi kimi Rəhmətə də dilə gətirmişdi. Birdən-birə başqa taksi da tapılmışdı. Bu arada söz açılıb danışığa başlamışdılar. Taksi sürücüsü isə onları Əmcədiyyədən aşağı Roosevelt Təxtəcəmşid 4 yoluna çatmamış yerinə Muxbir-ü-Dövlə meydanında yerə salmışdı. Sinirli sürücü onların ər-arvad olduğunu düşünürdü. Rəhmət şəhir, Zöhrə huşyar ilə xiyavanlarda sülənirdilər. Rəhmət dərsi olmasını yaddan çıxartmışdı. Zöhrə isə anasının xalası gildə onu gözləməsini unutmuşdu. Dalbadala ürəyində deyirdi, ey İmam Rıza, qurbanın olum, tezliklə ziyarətinə gələcəyəm. İmam Rıza elə bir iş görmüşdü. O sağlıqla bir də qohumluğu saymadan əmoğlular, biboğlular, xaloğlular, qonşuların oğlanları, bir də neçə nəfər baş Sutvanla Sərvan, hələ bir başqa öyrətmən də Rəhmət kimi elçi gəlmişdi. Ancaq o hamısından vazgeçib, sonunda Rəhmət ilə əqd sofranın başında oturub, ikisi də gözlərini gözlüyə tikmişdilər. Həmən sonralar Rəhmət dostaqda yuxuda gördüyü gözlüyü. Rəhmət hələ indi İmam Rızanın ağalıq ilə yarğılaclığının anlamını anlayırdı. Düşünürdü, arvadını görsə, arvadı buna İmam Rıza ilə küsmüş olduğunu deyəcək. Zöhrə özünü İmam Rızaya çox yaxın bildiyi üçün İmamla küsülü ya barış olduğuna gücü var idi. Ancaq onu görərkən bu olayın tərsi baş verdi. İlk görüşməyə bir kəndi yasaqçı aparmışdı. İndi də Rəhmət həmən o gözətçinin gəlib onu aparmasını diləyirdi. Bir kəndli yasaqçı ilə arvadının yuxusunu görməyinə üzgün olduğuna baxmayaraq, onunla ayrı gözətçilərdən daha rahat olmağını duyurdu. İlk görüşmədə onun qolları ilə gözlərini bağlayıb dostaqdan eşiyə aparmışdılar. Üstü açıq bir ortamda olduğunu hiss edirdi. Çox zaman bir kəndli oğlanla əl-ələ yol getmişdilər. Duymuşdu, eşiyin havası sevməlidir. Ayağının altındakı payız yarpaqları köç kimi sıx və gənc ağzında xarç-xarç etmiş, sonra bir kəndli onu pillələrdən yuxarı aparıb. Sonunda da kaşi üzərinə çırpılan mıxlı başmaqların şaqqa-şaq səsini eşitmişdi və nədənsə bu cür başmaqların gənc məmurlar ilə savakilərin olduğunu düşünmüşdü. Sonra da sağ ələ dönmüşdülər. Bir kəndli oğlan gözlərindən göz örtüyünü, sonra da qandalı açmışdı. O anda qapı ağzında sorğucusunun geniş üzün, yekə burnun, bir də kiçik gözlərini görmüşdü. Bunlar sorğuçunun yoğun boynu, yekə qarnı ilə uyğun gəlirdi. Maraqlı olan sorğuçusunun çox sayğılı göründüyü idi. Arvadının otaqda olduğunu söyləmişdi. Amma ayaqlarında olan rahatsızlıqdan danışmayacağını söz verməli idi. Rəhmət də söz vermişdi. Sonra da ilk sorğuçu içəri girmişdi. Arxasıca da otağa girəndən dərhal qapı ağzından qırağa çəkilən bir kəndli oğlan idi. Sonra da Rəhmət içəri girmişdi. Arvadını qaynatasının yanında ayağa qalxaraq sorğuçusuyla kefəhvallaşıb onunla əl sıxaraq gördü. Biləsini görcək ona sarı gəlib əllərini sıxıb onunla görüşmüşdülər. Rəhmət nə deyəcəyini bilmirdi. Zöhrənin ağlamağa tutmuşdu. Oturandan sonra sorğuçu qaynatası ilə danışmağa başlamışdı. Bəlkə də onun hansı düşüncədə olduğunu bilmək istəyirdi. Zöhrə yavaşca səni sevirəm demişdi. Sonra da
Rəhmətin arıqlamış üzünə, nəşəsiz, dərinə batmış gözlərinə baxıb demişdi: "Nəzr eləmişəm, buradan eşiyə çıxdınsa, Məşədə İmam Rızanın ziyarətinə gedək." Düz bunların qarşısında oturan bir cəndli oğlan gözünü Zöhrənin kiçik əllərinə tikmişdi. Rəhmət Zöhrəyə demişdi: "Elə gözətçi bəy də Xorasanlıdır da, hə?" Bircəndli oğlan da demişdi: Hə. Bircəndin yaxınlarından, ancaq indi illərdir Tehrandayam." Yenə gözünü Zöhrənin kiçik əllərinə zilləmişdi. Daha sonra elə bil İmam Rızanın ziyarət adağı arvadına yardım etmişdi. Necə ki deyirdi, onu tapmaq üçün dünyanı bir-birinə vurub, yenə də bir-iki dönə ağlamağı tutmuşdu. Elə ki Rəhmətin özünü də ağlatmışdı. Bunu da Rəhmət istəməyirdi, sorğuçusu görsün. Arvadı soruşmuşdu: "Nə qədər saxlayacaqlar? Niyə səni tutuqlayıblar?" Rəhmət də yavaşca arvadına demişdi: "Qamini oxulunun müdürü ilə ilgi qurub, ona desin Muğani bəyə güvənməsin. Çünki savak işçisidir, həm də bunu da güdəza verən odur." Beləsi arvadına tutuqlanmasının hara bağlı olduğunu anlatsın, sonra demişdi: "Sorğulaması qurtulmaqdadır. Qovluğu çox ağır deyil." Bir də soruşmuşdu: "Sən necə edə bildin görüşməyə gəlsin? Heç kimə görüşmə vaxtı vermirlər." Zöhrə də demişdi: "Timsar Cəfərinin şoförü atasının yoldaşı çıxıb, o bu görüşmənin düzəlməsinə yardım edib, sonra yenə Rəhmət Bircəndli gözətçinin yekə gözləri ilə arvadının kiçik əllərinə baxmasını anladı. Rəhmət əllərini arvadının əllərinin üstünə qoymuşdu. Sanki istəyirdi arvadının əllərini oğlanın gözündən gizli tutsun. Bəs yersiz deyildir elə həmən gecə görüşdən sonra o üzücü yuxunu arvadı ilə Bircəndliyə görə görmüşdü. Üstəlik yuxuda ağlamışdı da. Belə olaraq da ayılma sonrası o tuhaf cinsi durumu da tapmışdı. Qapını açan isə çopurlu gözətçi idi. Qara bir göz örtüyünü sağ əlinin böyük barmağına salmışdı. Soruşdu: "Adın nədir?" Rəhmət adını deyərkən pis adamla arvadını görməyə getdiyini düşündü. Tehranlı gözətçinin çirkin üzündən zəhləsi gedirdi. Kəsinliklə arvadının da belə sifətdən zəhləsi gedərdi. Onun görüşmədə olmasına görə istəməz idi danışsın. "Yola düş, görüşmə varın." Hörmədən eşiyə çıxdı. Gözətçi göz örtüyünü onun başına saldı. Dedi: "Qaç." O isə başladı qaçmağa. Rəhmət qaçmaq zorundaydı. Özünü çopurlu gözətçinin əllərinə verdi. Çarəsi yox idi. Ölüm qapısının ağzında dedi: "Başını aşağı tut." Başını əyib eşiyə çıxdı. Həyətdən keçirilməsini, sonra da gözətçiliyin dəmir qapısına çatmasını anladı. İstəmədən başını endirib içəri girdi. Eşikdən hayküy səsi gəlirdi. Otağın içərisi də qalabalıq idi. Hiss etdi bir nəfər oturacağını dalı çəkib ayağa durdu. Neçə an sonra bir nəfər soruşdu: "Bu kimdir? Adı nədir? Qəsrə aparılacaq?" Çopur gözətçi yanıt verdi: "Yox, cənab Sərvan. Aparılanları arabaya aparmışıq. İndi yola düşər. Bu bir nəfərin görüşü var." Öncədən danışmış biri, Rəhmət isə onu gözətçi əfsər sandığı adam soruşdu: "Adı nədir?" Rəhmət adını dedi. Sərvan başqaları ilə danışmağa başladı. Deyib gülürdü. O birisilər də deyib gülürdülər. Eşikdən döymək səsi gəlirdi. Rəhmət sanırdı onun olmasını unudublar. Düşündü, insanın təkcə özünü görməsi üçün yox, başqalarını da onu görsün deyə adamın gərək gözü olsun. Gözlərinə bağlanan göz örtüyü onu gizli adama çevirmişdi. Başına sırlı börk qoyub beləliklə başqalarının gözündən gizli qalan ancaq özü hamını görə bilən keçəl bir gənc oğlanın öyküsünü anımsadı. Ancaq burada durumun biraz
fərqli olduğunu duyurdu. Ayaq üstə dayansa da kimsə onu görməyirdi. O da kimsəni görməyirdi. Sanki dünya bütün adamları ilə birlikdə keçəl gəncin sırlı börkünün altında qalmışdı. Rəhmət ayaq üstə dartınıb nəfəs çəkdi. Gecikib xeyrindən keçmələrindən qorxurdu. Arvadı ilə görüşməli olduğunu duyurdu. Onunla bir şeylər danışıb ortaya qoymalıydı. Onunla danışmalı sözləri var idi. Bir daha da ağciyərlərinə nəfəs aldı. Sonra da bir uca ah kimi eşiyə verdi. Bu yüksək ahın səsini gözətçi əfsər eşidib dedi: "Rəhmim gəldi sənə. Nə ahı çəkirsən?" Rəhmət cavab vermədi. Biləsinə sataşanda cavab verməzdi. Artıq döyülmək istəmirdi. Sonra əfsər gülüşlərin birinin ortasından əmr etdi: "Bu öyrətmən əfəndini götürün, görüşməyə aparın." Rəhmət çopurlu gözətçinin yaxınlaşdığını hiss etdi. Birinin sanki gözətçi əfsər bir qandalın açıb bağladığını, sonra da gətirib çopurlu gözətçiyə verdiyini duydu. Qandalı alan şəxsin çopurlu gözətçi olub olmadığını dəqiq bilmirdi. Gözətçi Rəhmətin əlini qaldırdı. Qandal dolamını biləyinə taxdı, sonra Rəhmət qandal dolamının o biri tayını öz biləyinə taxdığını hiss etdi. Qandal bağlandı. Rəhmət bu gözətçinin çopurlu ya başqa bir gözətçi olub olmadığını arxayın deyildi. Əlini biraz tərpətdi. Gözətçinin əli isə onun əli ilə çəkildi. Sonra gözətçi Rəhmətin əlini bir atın noxtasını çəkdiyi kimi bərk çəkdi. Biləsini döndərib yola düşdülər. Keşik otağına çatanda gözətçi ondan ayaqlarının qaldırmağını istədi. Rəhmət ayağını qaldırarkən özünə bağlı olan bu gözətçinin çopurlu olmadığını başa düşdü. Deyiş Xurasan deyişi idi. Bir cəndli gözətçi olduğuna arxayın etdi. Elə bil bir cəndli gözətçi görüşlərin sorumlusuydu. Bölümlərin dalında olan arxa küçədən döndülər. Göz örtüyünün dalından bu neçə metrlik döngə Qəzvinin qədim küçələri qədər uzun həm də dolaşıq idi. Hələ lap qaranlıq gecələrdə o küçələrdən daha gizəmli idi. Göz örtüyü dünyanı sırlı edirdi. Yeyindiklə yol gedirdilər. Gözətçi də götürdüyü addımlarla tələsdiyini göstərirdi. Elə ki komitədən eşiyə çıxıb Şəhribanının dalındakı geniş həyətə girdilər, bir cənli gözətçinin nəfəs səsini eşidirdi. Pillələrə yetişməmiş Rəhmət kiçik bir şeyin düşməyin duydu. Səs yerə düşən mıx ya bir açar səsinə bənzəyirdi. Rəhmət dedi: "Elə bil bir şey düşdü Sərkar." Bir cəndi dedi: "Yox, şey deyil, heç zat düşmədi." Pillələrdən yuxarı çıxdılar. Yenə də ilk görüşməsi kimin əfsərlərlə savakilərin ayaq səslərini Şəhribanının dalanlarının kaşiləri üstündə eşitdi. Sağ ələ dönüb yenə də həman qapının qabağında durdular. Göz örtüyünü çıxardan əl bir cəndlinin əli idi. Rəhmət qandalın açmasını da gözlədi. Bir cəndli sağ əlini şalvarının cebinə keçirtdi. 1-2 saniyə qandalın açarını axtardı. Açarı tapa bilmədi. Rəhmətin sorğuçusu otaqdan eşiyə çıxdı. Yorğun görünürdü. Rəhmətə dedi: "Əlindən gələni et. Arvadın dincəlsin. Fəqət ağlayır. Yalnızdır da." Rəhmət söz verdi arvadını ovutsun. Bir cəndli sorğuçuya dedi: "Döhtür bəy, bilmirəm qandalın açarları nə olub. Elə bil itib." Sorğuçu qızğınlıqla dedi: "Necə yan itib? Bəlkə açar gözətçixanada qalıb. Gedib açarı tapıb gətirməniz yaxşıdır. İstəmirəm arvadı biləsini əli qandallı olaraq görsün." Rəhmət dedi: "Mən yolda gələrkən eşitdim bir şey düşdü. Amma Sərkar dedi açar deyil." Bir cəndli: "Açar deyildi.
Potunum yerə düşmüş bir yekə mıxa ilişdi, sən dedim və bizzat düşüb, deyib sonra da artırdı. Elə də qayıdıb açarı tapıb yenidən burada qayıdaq. Sonra da əlini qovzayıb, göz örtüyünü yenidən Rəhmətin gözünə taxdı. Rəhmət belə sandı, bir daha da qayıtsalar, ola bilər bir mahana tapıb onu Şəhribaniyə qayıdıb, arvadını görməyə qoymayalar. Göz örtüyünü taxacaq yenə Rəhmət sorğuçunu bir cür sırlı duydu. Bircəndli yola düşməmiş dönüb sorğuçuya dedi, sayın döhtür, nə olacaq? Qoyun gözətçi bəy də mənim yanımda otursun. Mən arvadıma qandalı açıqlayaram. Hətmən arvadım qanar. Bəlli idi, sorğuçu düşünür. Sonra bir əl göz örtüyünü Rəhmətin gözündən götürdü. Bu dönə sorğuçu özü bu işi görmüşdü. Sorğuçu otağa getdi. Bircəndi də içəri keçdi, dalısıca da Rəhmət otağın içinə çəkildi. Arvadı ayağa durub ona sarı gəldi. Rəhmət sol əli ilə onunla əl verdi. Bircəndli yaxınlarında olduğu üçün onu öpmədi. Rəhmət Bircəndlinin necə arvadına göz dikdiyini gördü. Zöhrə arıqlayıb, gözləri şişib, ağzı burnunu da çox sildiyi üçün qızarmışdı. Gövdəsi kiçilmiş görünürdü. Dolğun dodaqları titrərkən üzündə heç bir bəzəyi yox idi. Sorğuçu dedi, buyurun əyləşin. Rəhmət sol yönündə, arvadı sağ yönündə Bircəndli olan biçimdə oturdu. Beləliklə Bircəndli ər-arvadın bütün danışıqlarını eşidirdi. Zöhrə dedi, Timsar Cəfəri sürücüsünə deyibsən, şahı yaman deyibsən. Onun üçün də 2-dən 4 ilə kimi səni dostaqlayacaqlar. Rəhmət 2-dən 4 ilə görə sorğuçulardan bir sözlər eşitmişdi. Qəbul etmədiyi bir önərilər də ona vermişdilər. Dedi, mən onlara açıqladım. Həftələrdir deyirəm, biri məni qıcıqlandırdı, yoxsa mən heç kimə yaman demək istəmirdim. Arvadı 2-dən 4 ilə kimi sözünü dediyində sanki həftələr, günlər, yuxuda, ayıqlıqda elə bu sözləri təkrar etmişdi. Amma birdən sanki düz o an Rəhmətin əlinə vurulan qandalı görüb, başa düşüb dedi, səni nədən qandallayıblar? Birinci dəfə səni görərkən nədən qandallı deyildin? Durumun daha pisləşib, nə olub? Rəhmət açıqlamaq istədi, ancaq arvadı bir yaş kağız dəsmalla burnunun ucu ilə dodağının üstünü silərkən kövrəlib soruşdu. Olmaya sən bu əskərlə bir-birizə həmişəlik bağlandınız. Rəhmət sol əlini qaldırıb arvadının boynuna saldı, başını isə köksünə tərəf çəkdi, yavaşca yanağının yuxarısını sağ gözünün qırağından öpdü. Arvadının xurma boyalı saçlarının çıxdığı yer yanağının yanından çox gözəl gözünə gəlirdi. Bir təhər ətirli ıslaqlıq saçlarının çıxdığı yerdə Rəhmətin dodaqlarına toxundu. Bircəndli Rəhmətin bədəninin arvadına sarı çəkişməsini, arvadın da Rəhmətə doğru çəkişdiyini bir an sonra başa düşdü. Əlini tərpətmədi, amma ayaqlarını otağın döşəməsi üzərində biraz yerbeyer etdi. Rəhmət başını qaldırıb sorğuçuyla Bircəndliyə baxmaqdan qorxurdu. Arvadının hıçqırmasından bəlli idi, ondan daha çox göz olmaq gərəklidir. Başını Rəhmətin köksü üstə qoymuşdu. Elə həmən yumuşaq ucu saçaqlı şalı ilə bürünmüş köksü üstə qoymuşdu. Rəhmət hiss etdi, heç vaxt sağ əlinə bu qədər ehtiyacı olmamışdı. Başını qaldırıb döndərdi, sorğuçuya sarı baxdı. Sorğuçu isə arxası onlara bağlı açışqaya tərəf dayanmışdı. Siqar çəkə-çəkə eşiyə baxırdı. Rəhmətin bu an gördüyü ağ qar uzaqdakı herələrin üzərində oturmuşdu. Rəhmət başını Bircəndliyə sarı döndərdi. Gözətçi ilkdə başını aşağı salmışdı, ancaq bir an sonra başını qaldırıb ona baxdı. Rəhmət bir baxışla suçun hamısı onun boynunda olduğunu anlattı.
sağ əlini arvadın çiyninə qoyub ona ürək verə bilmirdi. Rəhmət istəyirdi desin, bir şeyin düşməsini sənə dedim. Nəzmiyənin həyətinə düşən açarın səsini öz qulağımla eşitdim. Ancaq bir cəndlinin baxışı heç suçlu görünmürdü. Elə oturmuşdu. Sanki qandalla ona bağlanmağı sonsuza dək görəvidir. Rəhmət başını döndərdi. Arvadını özündən daha da yalnız olmasını duydu. Onu ovutmalıydı. Yalan demək dəyərinə olsa da ona ürək verməliydi. İlk yalanıyla ürək verib sonra gerçəyi ona deyərdi. Dedi, bax əzizim, bu günlərin tezliklə geçməyinə inan. Durumumuz yenidən sağalacaqdır. Bu günlər də sonsuz deyil. Yenidən birliklə olacaq. Sən boşuna bu qədər ümidsizləşibsən. 4 il heç, ancaq 2 ildə mənə tutsaq verəcəklərini düşünmürəm. O söyüşün ağzımdan çıxmasının yanlış olduğunu onlara demişəm. Siyasi qonulara tanış olmadığımı onlara dəfələrlə yazmışam. Məni coşdurub sinirləndirmələrini dedim. Doğrusu mən o adamı söyürdüm. Yoxsa cəsarət etmərəm. Ölkənin birinci adamına sayğısızlıq edəm. Da niyə məni 2 ya 4 il tutsağa versinlər? Arvadı hələ də hıçqırırdı. Rəhmət o zaman siyasətçi kişilərin nə qədər dinc olduqlarını düşünürdü. Ya arvad almayırlar, ya alsalar elə bir arvad alırlar, bu qədər də üzülməsin, ağlamasın, hıçqırmasın. Şaha söyüş deməyirlər, desələr də altından qaçmayıb ölümlə dostağı sıxıntısız boyunlarını alırlar. Ya söyüşü elə deyirlər, sonralar altından aça bilsinlər. Beləliklə şahla qarşı dayanan toplumun sayğısını da özlərinə sarı çəkib alırlar. Rəhmət öz bacarıqsızlığının kötəyini yeyir duyub, arvadının hıçqırtılarını da öz siyasi bacarıqsızlığından asılı gördü. Əlini arvadının boynundan götürdü. Arvadı az qalırdı böyrü üstə yerə yıxılsın. Rəhmət sorğuçuya dedi, bağışlayın döktür bəy, zəhmət olmasa buyurun xanımıma bir bardaq su versinlər. Sorğuçu çönüb Rəhmət ilə arvadına baxdı. Masanın arxasından qapıya sarı gəlib qapını açıb oyan bu yana baxdı. Elə bil kimsə yox idi. Sonra masaya doğru geri qayıdıb çıngırığı axtardı. Onu tapıb çaldı. Yine də qapıya sarı getdi. Gözətçini qapı önündə görcək ona bir bardaq su gətirməyini əmr etdi. Sonra qayıdıb masanın arxasında oturdu. Rəhmət yenə də sol əli ilə arvadının əllərindən yapışdı. Onun hər iki əlini də bir əli ilə tutmağa çalışdı. Arvadı başını duvara dayamışdı. Ağlamırdı, ancaq hərdən hıçqırırdı. Rəhmət öz-özünü danlayırdı. Görünməmiş bir durum biləsinə əl verdi. Arvadı bu durumda bir böyük göyərçin kimin idi. Acımasızca Rəhmət kimi ovçunun əlinə düşmüşdü. Saç tellərindən neçəsi üzünün qıraqlarından, qurumamış göz yaşlarının arasında, dodaqlarının yanında üzünə yapışmışdı. Beləliklə o Rəhmətin böyük nəqqaşların kitablarında gördüyü nəqqaşilərə oxşayırdı. Uzun yay qaşları, gözləri yumuq, uzun kipriklər, uyumlu burun, gözəl dodaqlar, üstəlik suçsuz, incik üzü şəqiqələrinin qırağında, qulaqlarının dövrəsində höyüşnə ilə ağlamaqdan ıslanmış, parıldayan qumrar saçlarla bu gözəlliklə günahsız varlıq aradan gedirdi. Suyu gətirdiklərində sorğuçu bardağı əlinə aldı. Arvadın qabağına gəlib durdu. Ancaq bir söz demədi. Gözlədi Rəhmət arvadı ilə danışsın. Rəhmət dedi, Zöhrə, al suyu iç, halın düzələr. Zöhrə gözlərini açdı. Rəhmət ona baxarkən hiss edirdi arvadının bətər qızdırması var. Hər zaman arvadının qızdırması olanda gözlərinin yanları qıpqırmızı olardı, amma gözlərinin içi saralıb, şəqiqələrin qıraqlarında olan 2 damar daha da göyərib, alnına bir incə çizgi kölgə salardı. Arvadı suyu alıb içdi.
Arvadı suyu alıb içib, sonra da bardağı sorğuçuya qaytardı. Rəhmət öz-özünə sorğuçu mehriban olmuşdur düşündü və bu bütün sorğuçuların həmən tanınmaz hallarından idi. Elə bil bu həmən onu şallağa dolan adam deyildi. Dönə-dönə bərkdən onun qulağının dibindən vurmuşdu. Min cürə hərbə kəsmişdi. Həm də o belə ona yaman Yovuz demişdi. İndi nə üçün mehriban olmuşdur? Bu cür tərs-tərs davranışların nədənini sorğuçuda tapmaq olmazdı. Sorğuçu gedib yerində oturmuşdu. Səssizliklə birdən Rəhmət qarğaların höyüşnəli səsini açışqa arxasından eşitdi. Şaşırdıcıydı. Və niyə indiyə qədər bu höyüşnəni bilməmişdi? Arvadı birdən-birə dedi: Niyə? Rəhmət sandı arvadı onun dostaqda olması ilə ilgili olmayan bir söz soruşmuşdu. Bəlkə də qarğaların səsi onda bu təpkini yaratmışdı. Buna baxmayaraq Rəhmət düşündü arvadı neçə dəqiqə öncəyə görə azım çox ovunub, ona görə də istədi neçə dəqiqə öncə deyən yalanını bir doğru sözlə geri ala. Komitənin əlindən buraxılmamasını eşidən andan həm də azım çox biləsinə bir qalın pərvəndə açılıb lap başda şaha söyüş verməsi də bir iri berelyan kimi üzüyün qaşında parlaması biləndən arvadı ilə açıq danışmasını düşünmüşdü. Həm də başını bərk özünə qatan düşüncəni arvadı ilə araya qoymasını düşünürdü. Tezliklə qəsr zindanına gedib məhkəməsinə qədər orada qalmasını bilirdi. Sorğuçuların danışıqlarından ən azı 2 il dostaqda, özü də elə həmən qəsrdə qalacağını anlamışdı. Ancaq heç kim gələcəkdə dostaqda ya dostaqdan eşikdə başa gələcəklərə ön görüş verə bilməzdi. Bugündən bu 2 ya 4 ilin son gününədək onlarca böyük olay məmləkətdə baş verə bilərdi. Kim nə bilir, dostaqdan daha tez ya gec eşiyə çıxa bilirdi. Ya başqa bir yanlış edib dostaqda qalıb, çürüyüb ölə bilərdi. Arvadının 2 ya 4 ili ilə ilgili olan sözləri yadına gəldi. Arvadı ondan yaxşı onun qoluğundan, dosyasından bilgisi var idi, ancaq təkcə bilgisi olmayan şey Rəhmətin yalnız bağış diləməsinin yetərli olmamasıydı. Oxul uşaqlarının önündə, toplum qabağında, oxul öyrətmənlərinin arasında şaha yaman demək, qorxmamazlığını edən bağış diləməkdən sonra gərək o yamanın qarşılığını verib savakla əlbirlik etməsi idi. Rəhmət çönüb arvadına baxdı. Onlarla əlbirlik sözü verə bilsəydi, bu gözəl üz gülməyə başlayıb böyük tansıq baş verib, əli bir cəndlinin əlindən qopardı. Qolunda olan qandal əriyib, yox olub o 2 əlini Zöhrənin boynuna salıb onu götürərdi. Dönələrcə coşqulu çağlarında yerindən götürüb yatağa sarı apardığı kimi onu dostaqdan eşiyə getmək yolunu tutardı. Sonra heç kim bilmədən savak ilə əlbirlik edib, şahın arxasıca pis danışanları onlara tanıtdırardı. Həftədə 2-3 zəng elə bu sorğuçuya yetərli olardı. Güman bir neçə oturuma da qatılırdı. 1-2 qonuda da öz baxışını bildirərdi. Sonra isə evin kirayələri öz-özünə ödənərdi. Ya savak biləsinə ev alardı, ya da İngilizcəsini bitirərdi, başqa ölkələrə yola çıxardı. Onlarca gözəl şəhər, gözəl qadınlar, sadəcə filmlərdə görmüş ya romanlarda oxumuş görkəmli toplumlar ilə tanış olardı. Çeşidli maşınları minib, Zöhrənin əlindən yapışıb bu kabaradan o kabaraya gedərdi, başqa filmlərdən danışardı. Uşağı Parisdə, Romda, London ya New Yorkda dünyaya göz açardı. O isə gördüyü İranlı toplumlardan, öğrencilik yığıncaqlarından, fərqli toplumların mitinglərindən, özündən yuxarı məmura hərdən bir xəbər verərdi.
elə bu. Bu qədər keyf verici, macəralı həyatın qarşılığında yalnız bir neçə sadə raport. Bunları sorğuçu ona demişdi. Savakda olmağın nə qədər çəkici olmasından saatlarca danışıb, onun beynini doldurub demişdi. İstəyir əməkli olduqdan sonra Amerikaya getsin. Səfərlərinin birində San Diego'da bir yer almışdı. Rəhmət ilk dəfədir San Diego'nun adını eşidirdi. Sorğuçusu demişdi, bu şəhrin yaxınlığında əkinçilik edib, əməkçilik gəliri ilə uşaqlarını Amerikalı biçimdə böyüdəcək. Amerika yaşamından anlaşılmaz, həm də gözəl bir şəkil Rəhmətə çəkmişdi. Rəhmət isə səssiz dinləmişdi. Hərdən maraqlanıb bir neçə soru da sormuşdu. Ancaq bu işi etməsəydi, şaha verdiyi söyüşü cübran etmək üçün Savak ilə əlbir olmasaydı, güvənlik qüvvələri ona daha çox şübhəli olub 3-4 il sonra da özgürlüyə buraxılması mümkün olmaz idi. Hələ genel dostaqlar, tutsaqların danışıq davranışlarına görə Savak görəvlilərinə xəbər verən çeşitli dostaqçılarla doluydu. Ola bilərdi, o da yanlış iş görüb, tutsaq illərində dövlətə qarşı pis sözlər ağzına gətirsin. İnsan hər zaman öfkəsinin qabağını ala bilməz ki. O zaman arvadının başına nə oyun gələcək? Ola bilərdi, tanıdığı yoldaşlarından 3-4'ü onun arvadına yaxınlaşsınlar. Öncə arvadına əllərindən gəlsə yardım etmək istəyilə. Ancaq bu işi yardım edənin yaşam, iş, toplam həm də ailəvi abır getməsində qorxmalarına görə özgələrin və özəlliklə Savak görəvlilərin gözlərindən gizlin etməliydilər. Ancaq yoldaşlarından ikisi qadınların ürəklərin ələ gətirmək üçün çeşitli yolları sınayıb, özlərin siyasi baxımından xətərə salmadan, özgənin arvadın, hətta bir siyasi tutsağın arvadın da yoldan eləməsini yaxşı bacarırdılar. Bu iki nəfərin gözaltı arvadının üzünə həm də əndamına baxmasından onlara güvənə bilmədiyini anlamışdı. Ancaq özü bayırda olanda özgür olmağından və hər şeydən önəmli, aşırı özgüvəndə olduğundan dolayı o iki nəfərin hər zaman bəlli olunmuş cızıqlarından aşmasının qarşısında dayanardı. Amma indi bunun olanaqsız olduğunu yaxşı anlayırdı. Bunlar öncə arvadına yardım etmək üçün işə başlayıb yavaş-yavaş ona toxtaqlıq verib, uzun sürədə də Zöhrənin baxışını öz gözlərində duruqsunmağını gözləyirdilər. Beləliklə, arvad sevgiyə tutulan zaman onun başının üstünü kəsərdilər. O, bu iki nəfərin öz qazandıqlarından bir-birinə danışmalarını bilirdi. Hərdən udmaqlarından Rəhmətə danışmaq istəyirdilər. Amma Rəhmətin onlara üz vermədiyinə görə öz aralarında pıçıldayıb hırnardılar. Ara sırada ikilikdə qadınların yanına gedərdilər. Üstəlik, arvadının içgüdülərinə göz yummamalıydı. Yalnız 6-7 ay evli olan, indi isə 2 illə 4 il arasında ərindən uzaqlaşmalı olan bir qadının aşkın istəkləri hər an çeşitli sorunlara baxmayaraq alovlanıb, arvadını başqası ilə olmağa zorlaya bilərdi. 2 il, 3 il, 4 il ərdən uzaq düşmək. Rəhmət hərdən həyat yoldaşı ilə sevişməklərinin isti günlərini düşünürdü. Tutsaqda dəlicə qızmışdı. Türmədə düyünlü yumruğunu qaldırıb qarşı duvara güclücə vurmuşdu. Elə ki, barmaqları günlərcə ağrıyırdı. Öz içində düşünürdü, arvadının ata-anası onu öz evlərinə aparıb tutsaqdan çıxana kimi ona körlük çəkdirməzdilər. Ancaq dayıoğlanlar, xaloğlanlar, əmoğlanların yoldan çıxartma istəyi ilə bunların evinə gəlməsinin necə qabağını ala bilərdilər? Ona özü ha belə arvadı kimi ürək yanmaqlarına heç nədən yox idi. Belə bir gözəl qadından daha yağlı yem ola bilməz. Duvarlar, dəmir qapılar, ıslaq törmələr, çeşitli qurallar, ağır yasalar, qalın qovluqlar, brezentlə lastikdən olan pərdələr, buruq pillələr, yola gətirmə otaqları, gözətçiliklər, hamısından üstəlik qaşqabaqlı, sinirli, girə geçmiş, öfkəli adamlar,
ərini ondan ayırıblar. Hələ hansı duvar, gözətçi, quruluş arvadının qabağını tutacaqdı? Arvadı özgür idi. Arvadının içgüdüləri evdə, toplumda, başqalarının evində, xiyavanlarda, qaranlıq gecələrdə, eyvanların altında, qapıların dalında özgür idi. Tutuqlanmasının ilk həm də şiddətli sarsılması, 2-dən 4 iləcən tutsaq qalması, arvadının ruhuna etkisiz olduğu zaman o neçə il sürəsində ərin uzaq olması, dilinin qabağının ala bilməyib ölkənin şahına yaman deyən ərin qarşısında yoldaş tutmaqdan daha yaxşı nə ola bilər? Yaşamı daha dözümlü edərdi. Sorunun bu bölümünü düşünərkən arvadını düşman kimi canlandırırdı. Zöhrənin necəliyi dəyişirdi. Bir sevgiliyə dönüşüb başqasının arvadı olmuşdu. Yox, olmazdı. Bunun adı arvadının üstündə ola, amma işdə bununla xoşlanmasını başqasıyla da danışa, ya elə bu dadı başqasıyla apara. Rəhmət istədi sağ əlini yumsun. Hiss etdi, ola bilər əl qandalın halqasını daha dar edə. Arvadının yanında oturanan başı gicəlirdi. Amma bu neçə ay dostaqda olduğu sürədə heç bir zaman beyni kəsin bir qərar verməyə görə bundan daha aydın ola bilmədiyini hiss edirdi. Kəsin qərarı dəyişməz, düzgün, həm də gedər gəlməz idi. Arvadının hər iki əlini də sol əlinə aldı. Əllər balaca, yumuşaq, həm də incə idi. Buna görə də rahatcasına onun bir əlində yerləşirdi. Bax, İstəyirdim bu dönə görüşdüyümüzdə sənə bir önəmli qonunu açıqlayam. Qonu çox önəmlidir. Bizim ikimizə də yaşamsaldır. Sən dediyin söz kəsin doğrudur. Bəlkə də mən 2-dən 4 ilədək zindanda qalam. Və 2 ildən 4 ilədək özünə görə bir ömürdür. Evləndiyimizdən neçə ay sonra bu işlərin qabağımıza çıxdığı üçün çox üzgünəm. Ancaq sən özün bilirsən bu işləri mən bilə-bilə görmədim. Bu elə bir iş deyil adam bilə-bilə görə. Quyuya düşdüm. Elə bu. Ancaq belə quyuya düşmək mənim suçumdur. Heç dilimin də suçu deyil. Sinirlərimin suçudur. Yəni öz əlimdə deyildi. Özüm bilmədən ağzım açılıb öcür bir söz dedim. Hələ bilmirəm 2 il ya 4 il sonra nə olacaq? Öz yaşamını düşünməlisən. Sən gənc, gözəl, həm də sağlam bir qadınsan. Özünə başqa, həm də bundan yaxşı bir gələcək seçə bilərsən. Mən dostaqdan atana bir vəkalətnamə göndərib, biləsinə boşanmağımız üçün əlini açıq qoyaram. Rəhmət demək istədiyi sözləri qarmaqarışıq olsa da hamısını dedi. Başını aşağı saldı. Bilirdi, sorğuçu istər-istəməz sözlərindən bir şeylər anladı. Ancaq bir cəndli hər şeyi elə qadını sol əlində eşitdiyi kimi bu da sağ əlindən eşitmişdi. Bir cəndli sol əlini belinəcən qozadı. Rəhmətin sağ əli də istəmədən yuxarı çəkildi. Elə bil, əli gövdəsindən ayrılıb bir cəndlin gövdəsindən bir parça olmuşdu. Arvadı ilkdə bir söz demədi. Elə bil, bu sözlər dedildikdən sonra hələ onların anlamını başa düşməmişdi. Ya anlamlar dilə gələndən sonra, səssizlik onları sındırandan sonra bir gerçəyə çevrilib Zöhrəyə köçürüləcəkdi. Sağ əlini Rəhmətin sol əlinin üstünə qoydu. Rəhmət diksindi. Arvadı ucadan ağlamağa başladı. Heç utanmadan hıçqırıqla ağladı. Rəhmət heç bilmirdi arvadı belə də ağlaya bilər. Arvadının özəlliklərinin tanıması üçün birlikdə olan yaşamları o qədər uzun sürməmişdi. Rəhmət arvadına baxmaq yerinə başını döndərib qapıya göz dikdi. Sanki bir nəfər Zöhrənin ağlamaq səsini eşidib qapını açıb içəri gəlib otaqda oturan 4 nəfəri də üzüntüdən qurtaracaq.
Bircəndli gözlərinin fəqət ağı görünərək əlini qovzayıb Nizami şalvarının qayış tokkasına qoyub gərəksiz kəmərini yuxarı çəkdi. Sorğuçuya sarı döndü. Onu başını iki əlli tutmuş masanın üstünə baxaraq gördü. Sanki görünməmiş ilgi ilə bir mətnin fəlsəfi sorunun araşdırırdı. Rəhmət özü bilmədən dedi: "Ax, nə edə bilərik? Ola bilən tək yol budur." Arvadı hıçqırtının arasından dedi: "Atam da elə bunu deyir. Ona baxmayaraq anam deyir yaxşıdır məhkəmənin sonucuna qədər gözləyək görək nə olur. Amma mən səni ilə yaşamağı sevirəm. İllərcə edə bilərəm gözləyəm." Rəhmət öncələr hər zaman hiss edərdi hər kimsə özünə görə dünyanın böyük adamıdır. Özünün də bu qaydadan ayrıcalı olmasını düşünmürdü. İndi isə görürdü başqalarına, qanuna, bir bölgənin bütün xalqına bir nəfər hamıdan dəyərlidir. Sanki onun qabağında başqaların ayaqlar altında əzilmiş bir qarışqa qədər dəyərləri yoxdur. Öz-özünə deyirdi: "Hər kimə yaman demişdim, özür dilərəm, o da qəbul edər. Qəbul etməsə də 2 dənə qulağımın dibinə vurardı, ya da dediyim yamanın üstünə 100 dənə yaman qoyub özümə verərdi. Ya da Avropanın geçmiş dövrü kimi duelə dəvət edərdi." Eşitmişdi, Rusiyanın devrimindən sonra sürgün şahzadaları ya qaçaq ruslar Avropada eynən 19-cu yüzülə tay indi də hər zaman anlaşılmazlıq yarananda ya sayğısızlıq duyanda o biri tərəfi duelə çağırardılar. Nə qədər ilginc bərabərlik. Keşkə o da edə bilərdi şah ilə təkcə üz-üzə çıxıb, şah isə sayğısızlıq duysa indi onu duelə dəvət edərdi. Amma indi Rəhmət bu gerçək duelin içində çarəsiz qalıbdır. Şah bütün qanunlarıyla medallar, qulluğundakılar, qoşun, savaşçılar, tacirlər, zənginlər, bürokratlar, ədəb-ərkanlı adamlar, radio, televizyon, şahın arvadı, anası, qardaş, bacıları, həm də onların gözəl görünüşləri bir tərəfdə idilər, o biri tərəfdə isə o idi. Təkinə bir türmədə ya arvadının yanında bir savak gözətçisinə qandallanmış, şaşırdıcı, həm də görünməmiş duyğular, qorxunc düşüncələr qoymurdular gözü açılsın. Bir söyüş üçün 100 ayaq bağış diləmişdi, həm yazılı, həm də dildə. Şah bilirdimi bu kiçicik qulu bir önəmsiz sayğısızlığa görə 100 dönədən çox ondan üzür istəyib, bir yaman qonusunda başqa nə qarşılıq qalıb versin? Saatlarca şikəncə, həftələrcə döyülmək, aylarca təkinə bir türmədə, hələ bunlar da yetərli deyildi. Ondan istənilirdi gedib başqalarına duzaq qurub, hər zaman sinirlənib şaha yaman dedilər, onlara şikəncə otaqlarının yolunu göstərsin. Bir sadə telefon, dildə ya yazılı bir xəbər. Siyasilər, şahın gerçək qarşısında olanlar, onun ziddinə çalışıb, onu ortadan qaldırıb yerinə oturmaq istəyib, başqa yönədim qurmaq istəyənlər heç zaman şaha bu deyən kimi yaman deməzdilər. Rəhmət kimin tez inanan adamlar var idilər. Siyasət, yığınacaq, tarix, hakim məhkum qurullarından baş çıxartmırdılar. Ancaq gərginlik altında birdən vəhy gəlməsini duyurdular. Tarix, toplum, həm də kütlənin çarəsizlik yükünü tək başına, hələ özləri də bilmədən daşıyıb birdən köpüklü ağızla qabağa atlayıb, hər nə ağızlarından çıxırdı, şaha deyirdilər. Bir sıra başqa axmaqlar elə bilirlər söyüşçü bir qəhrəmandır. Sanırlar, söyəndə şah birdən danışığının ortasında bir neçə an durub, tərpənər, tac başından düşər,
qızıl qaşlı çəliyi əlindən sürüşər, sonra şahlıq taxtı, ruh çağıran masası kimi gizemli bir şəkildə yerindən ayrılıb titrəyər. Rəhmət bunları o qədər düşünürdü, birdən dedi, kül mənim kimi axmağın başına. Sorğuçu başını qaldırıb şaşıraraq Rəhmətə baxdı. Rəhmət hiss elədi sorğuçu onun ağla gəlib Savakın önərisini boynuna almağı düşünür. Bir cəndli sol əlini biraz özünə sarı çəkdi, ancaq Rəhmətin sağ əlinin çəkiləcəyi qədər yox. Zöhrə artıq toxtamış ağlamağın arxasından dedi, sən Allah özünü söymə, hamısı mənim suçumdur. Sənə çatmaq yerinə öz günümü ağlayıram. Rəhmət dedi, mən qərara gəldim. Qonu məncə bitib. İstəmirəm duyğulanıb, ikimizi də yaxşı olan bir işin qabağını alam. Boşanma ən yaxşı çözüm yoludur. Yarğı evində biləmi özgür buraxsalar, gəlib bir də evlənərik. Tutsaqda qalmalı da olsam, sən başqa yaşayışı seçərsən. Nə olardı? Toydan öncə tutardılar biləmi. Onda bu qədər sənin inciməyinə nədən olmazdım. Sən min arzu ilə mənə gəldin, mən sənin bütün arzularını kül etdim. Rəhmət duyğulanmamışdı. Bu sözləri ciddi deyirdi. Sonra başını sorğuçuya sarı çöndərib dedi, Sorğuçu bəy, doktor bəy, yalvarıram, qoyun mən qaynatamın adına bir vəkalətnamə yazım. Sorğuçu şaşırıb soruşdu, vəkalətnamə? Nə üçün? Arvadımı boşatdırmaq üçün əl açıq olsun. Sorğuçu masanın arxasından ayağa durdu. Bir oturacaq götürüb gətirdi. Rəhmət ilə Zöhrənin önünə qoydu. Zöhrə hələ də başını aşağı saxlamışdı. Bir cəndli ayaqlarını yerbəyer etdi, ancaq gözləyirdi görsün sorğuçu nə deyəcək. Rəhmət istədi sorğuçunun ayağına dursun, ancaq sorğuçu əlini dəbərtib qabağına aldı. Oturacaqda oturdu, Zöhrəyə qarşı söz danış idi. Baxın, Şahir xanım, sizin əriniz ön suçlu bir adamdır. Bizim yanımızda qovluğu var. Dostağa düşməsi ilk kəz deyil, birinci kərə buraxdılar. Biləsini işgilli adamlarla tutmuşdular. İkinci dönədə ölkənin birinci adamına sayğısızlıq nədənilə tutublar. Biz istəmirik sizin yaşamınızı bir-birinə qataq. Şahir bəy də öz yaşamına maraq göstərməlidir. O öz yaşamına həm də sizinlə olan ortaq yaşamına ilgi göstərməsə, biz ona yardım edə bilmərik. Sorğuçu bir an duruxsandı. Rəhmət sorğuçunun saxta görüşünə baxdı. Nə dünya idi. Sorğuçu Rəhmətin yaşamına ilgi göstərirdi, ancaq Rəhmət özü maraqlanmırdı. Sorğuçu sözünün ardını tutdu. Ya gərək Şahir bəy ona verdiyimiz önərinin qəbul etməsi ilə gerçəkdə etdiyi işdən peşman olduğunu göstərə, ya da nizami məhkəmədə yargılanıb gördüyü işlərin sonucuna çatı. Şuxluğumuz yoxdur. Özünün ailəvi yaşamının bir-birinə dəyməsini istəməyən adam, ölkənin birinci şəxsinə sayğısızlıq etməz. Ailə yaşamını qorxunc duruma salmaq istəməyən, ailəvi abırını aparmaq istəməyən dostağa düşməkdən çəkinər. Sorğuçu biraz duruxdu. Rəhmət düşündü sorğuçunun baxışında İranlı ailələrin yaşamı təkcə ölkənin ilk adamına söyüş verməklə pozula bilər. İndi də Şahir bəy, İşbirlik etməsinin sözünü bizə versələr, 3-4 günədək işini yola salıb, sayın ağa evə gələr. Belə olmazsa, yasanın təyin etdiyi çağacan dostaqda qalmalıdır. Rəhmət verdiyi kəsin qərarı savunmalıydı. Elə bil arvadı sorğuçu ilə onun arasında yargıcı olmağı qəbul etmişdi.
Doktor bəy, qonuları öncədə birlikdə araşdırdıq. Yadınızda olsa, neçə gün dalbadalda bu qonu haqda danışdıq. Ölkə yasalarına görə, həm də yarğı evinin verdiyi hər necə qərara görə, daha yaxşısı mənim dostaqda qalmağım sonucuna çatdıq. İndi mənim üçün sorun xanımımın qonusudur. Mən istəməyirəm bir nəfəri 2 il, 4 il, ya hər neçə il mənim dostaqda olduğum sürədə öz istəyimə görə qurban edəm. Mənim belə bir haqqım yoxdur. Gərək gənc bir qadının yaşamını dostaqda olan bir kişinin istəyinə qurban etməyəsən. Bu mənim istəyimdir. Həm də kəskin bir istəkdir. Sizin qarşınızda yalvarıram. Vəkalətnamə yazmaq üçün mənim yolumu açın. Sorğuçu dedi, Şəhir xanım, siz Şəhir bəy ilə danışın. Ağlamaq, sızlamaqla iş düzəlməz. Ya bizimlə işbirlik edəcək, ya yasalara görə dostaq sürəsini çəkəcək. Üçüncü bir çıxış yolu yoxdur. Zöhrə dedi, nə istədiyi onun öz əlindədir. Mən edə bilmərəm qarışım. Ancaq mən bir şey bilirəm. Mən istəməyirəm boşanam. Rəhmət dedi, amma mən istəyirəm boşayam. Zöhrə dedi, hər kim arvadını sevsə, heç vaxt ondan ayrıla bilməz. Heç bir zaman boşanmaz. Rəhmət dedi, amma mən səndən ayrılmışam. Səndən ayrı yaşayıram. Sən də məndən ayrısan. İllər boyunca da ayrı olacaq. Doğrusu boşanmamış da boşanıbsan. Qapı açıldı. Başqa bir sorğuçu içəri gəlib, Rəhmətin sorğuçusu ilə əl verdi. Kök bir kişi idi. Qonur gözlü, iri, əzüləli əllərlə. Rəhmət onu qabaqca sorğuçuların otağında tutsaqları vurub söz alırkən görmüşdü. Bu sorğuçunun arxasıca bir orta yaşlı kişi ilə 43-4 yaşlı bir arvad içəri girdilər. İçəri gələn sorğuçu onlara oturacaq göstərdi. O ikisi oturdular. İkisi qorxmuş olsalar da maraqlı görünürdülər. Rəhmət ilə arvadına baxırdılar. İkinci sorğuçu telefon başına getdi, nömrə tutub buyruq verdi. Əhməd Bəharini görüşmək üçün gətirsinlər. Rəhmət düşündü, kəsinliklə Əhməd Bəharının ataya qayın atası dostaqları ilə görüşmə vaxtı almaq üçün sürücü, qulluqçu, külfət ya da timsar Cəfərinin özünü ya da ayrı bir timsarı tanıyırmışlar. Rəhmətin sorğuçusu dedi, görüşmə bitdi. Rəhmət dedi, vəkalətnaməni haçan yazım? Zöhrə dedi, yox, yazsan atam da bu işi görsə özümü öldürərəm. Rəhmət dedi, Zöhrə, mənə görə sevgi, yoldaşlıq üçün boşanmağı boynuna al. Yaşamında yaxşı birisini seç, məni də unut. Onun arvadı ol, beləliklə mən də hər yerdə olsam arxayınam. Rəhmət göz yaşları ilə duyğuların qabağının almaq istədi. Azca da olsa bacarılı oldu. Sorğuçu bir cəndiyə buyruq verdi Rəhməti apara. Rəhmətin arvadına da dedi, xanım, siz buyurun neçə dəqiqə qalın. Rəhmət yola düşərkən arvadı arxasıca dedi, hələlik. Qapının eşiyində bir cəndli sağ əli ilə Nizami şalvarının cibindən göz örtüsünü çıxardıb Rəhmətin gözlərinə vurdu. Rəhmət öncə əllərini sürtə-sürtə əl-ayağını itirmişdi. Sonra isə bir cəndlinin bir qədər də yeyin addımlarının havası ilə yola düşdü. Bilirdi arvadı boşanmağı ən yaxşı yol olaraq boynuna alıb, hələ təzə-təzə arvadına könül bağlayırdı, ondan ayrılmaq zorunda qaldı. Rəhmət anlamışdı adam öncə sevdalı olur, sonra birdən sevgi azalır. Daha sonra hər iki tərəfin səlqələri, adətləri, qılıqları bir-birinə uyğun olsa, sevgi yenidən qayıdıb, hər şeyi ürəyə yatım həm də şirin edir.
Tutuqlanmadan qabaq arvadı ilə lap elə bu durumdaydı. Arvadı ilə görüşməsinin ilk 3-4 həftəsində onu sevdiyini duymuşdu. Birdən-birə gülümsəyirdi. Gözgüdə özünə baxırdı. Düzgün geyinib özünü təmiz saxlayırdı. Gövdəsində Zöhrənin əli dəydiyi yerlərə maraqlanmışdı. Sevgi onu gövdəsinə maraqlı etmişdi. Zöhrəni görməmişdən qabaq elə bil heç gözü yoxmuş. Zöhrə ona demişdi, gözləri görünməmiş bir etki biləsində yaradıb. O ilk onun gözlərinə vurulub, sonra başqa yerləri sevib. Rəhmət Zöhrənin sözlərindən sonra elə baxırdı, sanki yaşıl gözləri başqa bir adamındır. Ya heç adamların üzünə bağlı bir şey değildi. Ola bilsin əntiqə bir şeydir. 34-5 il sürəsində dəyəri tanınmamışdı. İndi isə bir uzman əntiqəci əli ilə ortaya çıxıbdır. Gizəmi, sırrı oxunubdur. İndi onun üzü kimin bir yerdədir. Onun üzünün muzəsində görünüşə qoyulub, rəhmət də gərək bir muzə qapıcısı kimin bu əntiqəni toz topraqdan, oğurlamayla toxuncadan uzaq tutsun. Daha sonra birdən-birə rəhmət Zöhrəyə sevdalı olmadığını duydu. Nədənini bilmirdi. Sevgi gəldiyi kimin getdi. Hələ rəhmət sevinc duyğusu da yaşadı. Ola bilər Zöhrə onun istədiyi qadın olmağı bacarmayıb, onun yaşamını düzənə sala bilməz. Bu nədənlə öcür hiss edirdi. Özünü sınayıb bir ayca Zöhrənin orucunu tutdu. Bir ay özünü zorladı, Zöhrəni görməsin. İlk həftə hər şey yolundaydı. İkinci həftənin ortasında görünməmiş bir yalnızlıq hiss etdi. Davranışının pis olduğunu anlayırdı. Oxulda yaxın yoldaşlarını saymırdı. Öğretmenlik etdiyi oxulların qapıcılarını salamını almırdı. Sınıfda da çox qaşqabaqlıydı. Zöhrənin oxula etdiyi telefonlarını yanıtsız qoydu. Onun tanıdığı oxulda tapılıb gəlməsinin ola bildiyini duyduqdan sonra neçə günlük Qəzvin ilə Təbrizə yola çıxdı. Qayıtmasından sonra Zöhrənin onun yaşamından çıxıb getməsi nədəni ilə yaxasının qurtulmasını hiss edirdi. Ancaq yenə Tehrana gələndən 2 gün sonra dərs deyərkən qapını çaldılar. Elə o cür öyrəncilərlə danışa-danışa gedib qapını açdı. Belə sandı, öyrəncilərdən biri gec qalıb, ancaq Zöhrə qapının ağzında durmuşdu. Dayanmaya gücü olmadan can ataraq həm də bir gülün tam sadəliyində. Rəhmət sınıfı buraxdı. Oxuldan eşiyə gəldilər. Giley, giley, giley. Bəxti qaralıqdan, yola çıxmaqdan, üzüntüdən, çeşidli xəstəliklərdən danışmaq. Ancaq bu mahanalar sorunların çözümü ola bilməzdilər. Zöhrə dedi, məni sevdiyini bilirəm, həm də istərdin sevməyəsən. Amma nədən? 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 Qadının güclü ruh bilimçiliyi olayı necə gündəmə gətirməsini savaş meydanında olan bir bilgili komandırdan daha yaxşı bilirdi. Həm də sözünü düzgün deyir, əlbət Zöhrənin olduğu kimin hüşlü başlı olduysa. Niyə? Ondan sonra da hissizlik çağı, qaçıb ara vermək çağı, geçici yalnızlıq çağı, sevgi, qolaylıqlarla yox. Ola bilər bu ayaq tam yaxşılıqlarıyla, həm də dolaşıqlarıyla, dərin gözəlliklər bağışlamaq dadıyla dalısıca gəlmişdi. Rəhmət başladı özünü qarğılamağa. Nədən o bir ay sinirli durumda qapı-qapı gəzib əlini bir belə nemətdən kəsmişdi? Gizəmli, yeni, ha belə yerdən daha da əski bir dünya isti qucağını rəhmətə açdı. Rəhmət daha irəli getdi. İrəli, daha da irəli.
Hele bilmediği sırların, bilmediği güzelliklerin, hem de hiç önceler düşünmediği sözlerini, sanki sözlükte de tapılmadığını duydu. Her zaman duyduğu kimsesizlikler, yorgunluklar, gerilikler, çektiği duygusal gelişmesizlikler acıları aradan gittiler. Rəhmət yeniden anadan doğuldu. Başını Zöhre'nin dizlerine koydu. Evlenmeye boyun eğdi. Boyun eğme, bacarık, özgürlüğün en son derecesi. Özünü bəxtəvər, utmuş, güzel hem de varlı olduğunu duydu. Sonra düz bu vurgunluq anında tutuklandı. Tikdiği güzel saray, görünmez bir elin azca çırptığı ile dağıldı. Neden? Neden? Neden şaha yaman demişti? Bilmirdi. Bazı şeylerin hiçbir gerçek nedeni yoktur. Gerçekten şahın yıkılmağını istəyirdi mi? Bilmirdi. Şah yıkılsaydı ne olacaktı? Kim onun yerinde oturardı? Bilmirdi. Bəs neden ağzını açıp dünyanın bütün söyüşlerini şaha demişti? Bilmirdi. Ancak bir şey bilirdi. Okuldaki dillerde olan özüne özel saygısına bakmayarak bütün öğrenciler, öğretmenler, habelə hamı şübhəli bilən Muğani Bey'in önünde şaha en pis söyüşleri dedi. Ve sonrası gün tutuklandı. Uşaqlar söyüşleri eşitcek çaşmıştılar. Sonra birden dalı səhvlərdən haray çəkmişdilər. Yaşasın şəhir, yaşasın şəhir, yaşasın şəhir. Rəhmət də cavablarında haray çəkib, mən sizin qəhrəmanınız deyiləm demişdi. Ancaq səsi uşaqların səsinin içində itmişdi. Yaşasın şəhir, yaşasın şəhir. Yəni olaylar Rəhmətin müdürlə sözləşməsindən başlamışdı. Müdür yasaları onun gözünə çəkmişdi. Bu yasaların heç şah ilə müstəqim ilgisi yox idi. İdari yasalarıydı. Müdür onları yönetmeliydi. Birdən-birə bu yasaların ardında əcib bir heyvərə görmüşdü. İlk hiss etmişdi halı qarışır. Hələ biraz da başı sağa sarı tərpənmişdi. Yıxılmasını duymuşdu. Müdür isə böyümüşdü. Özünün gövdəsinin 3-4 qatı olmuşdu. Birdən dünya ilə ilgili bütün işlərə sorumlu olmasını duyub, hem de o halda yine de böyüməkdeydi. Elə ki Rəhmət sanmışdı onun başı arkasında olan duvarın bütününü tutan şahın üzünün şəkilicən olmuşdu. Rəhmət ilə müdür tək qalmışdılar. Rəhmət sanmışdı müdür yasalardan birini onun gözünə soxmaq istəmişdi. Elə buna görə də haray çəkib, tükürüm sənə də bu yasalara da deyib qapını örtüb eşiyə çıxmışdı. Salondan pillelerin başına geldikdə hiss etdi müdür de qapını açıb, ardıca yeyin ona sarı gelir. Pillelerden aşağı getdi. Belli değildi bu belə uşaq Şəhrivərin bu çağında hardan tapılıb okula gelmişdiler. Sırayla durmuşdular. Sanki bir şey üçün ad yazdırırdılar. Rəhmət her an daha da qızışmasını duydu. Qanı şəqiqələrindən eşiyə vuracağını ya ürəyi yumruq kimin bir kağızı cırıb, görünecek sinesini birden yarıp hamının gözü önünde yeyin, sinirli hem de acıqlı vurmasının ardını tutacak. Birdən-birə düz mikrofonun yanında ağzına gelen söyüş yamanı şaha deyip eşiyə çıxmaq üçün yola düşmüşdü. Sonra da yaşasın şehir, yaşasın şehir harayını eşidib dönüp mikrofon dalından demişti, mən sizin qəhrəmanınız deyiləm, sonra yolunu tutup getmişdi. Saatlarca xiyabanlarda dolanmıştı. Korkmuştu Zöhrəni görsün. Sonra gece eve gitmişti. Ac, susuz, yorgun, giriş kapının arkasında uzanmıştı. Neler olduğunu Zöhrəyə deyip Zöhrə ona ürək vermişti. Ertesi gün bilesini tutuklamıştılar. Təzə arvadına sevdalı olurken ondan uzaklaşmak zorunda kalmıştı. Bilirdi, törmeden oturacak, sorgucu kağız qələm ilə yanına gelecek, o da qayın atasının adına vekaletname yazacak. Onun yazısı dostaqda pitik yerindeydi. Dadsəra bu pitiğin üstüne bir mühür vuracaktı. İşlerin gedişlerin mühür imzadan sonra dəqiq bilmirdi. Bu
Bu qədər bilirdi, hər şey ondan sonra qayınatasının boyundadır. Bu dövrədə heç qayınata tutsaq kürəkənin olmasını istəməz, həm də bu kürəkən şaha yaman demiş olsa. Sanki qayınatası zorla rəhmətdən arvadının boşamağına vəkillik alırmış, ondan bu tezlikdə acığı gəlirdi. Buna baxmayaraq özündə yüngüllük duyurdu. Qabaqca elə bil qan təzyiqi yuxarı qalxıb bir şey boğazını sıxırdı, indi isə ürəyi dincəlmiş kimi idi. Bir cəndli ilə çiyin-çiyinə gedirdi, hələ onunla zarafat etdiyini sanırdı. Bu gecə belə bir çətin durumda soyuqqanlılığın itirmədiyini göstərməli idi. Dedi, gözətçi bəy, burada pillələrdə açarlar itmədimi? Bir cəndli dedi, açarlar burada itməyib, bəlkə mənim ayağım bir mıxa dəmir parçasına dəydi. Rəhmət dedi, istəməyirsən axtarasan? Bir cəndli dedi, bu soyuqda, dəli olmuşam. Gözətçiliyə gedib bir şeylə açarıq. Sonra bir cəndli bir cümlə ilə düşüncəsinin hələ də o görüş otağında olduğunu göstərdi. Üz verən olayların yadında olduğunu bildirdi. Elə bil bundan artıq öz marağını gizlədə bilməyirdi. Gerçəkdən arvadını boşamaq istəyirsən? Rəhmət dedi, əlbət, bu işi görməliyəm. Yazıq arvadı mutsuz edə bilmərəm. Bir cəndli dedi, bunu ilk başda düşünüb dostağa gəlməzdin. Mən istəmirdim dostağa gələm. Məni tutuqladılar. Sən kimsən ölkənin ilk adamına yaman deyirsən? Bir an dəli olmuşdum, istəmədən oldum. Qabağa gəlirdi. Bağış da dilədim, ancaq qəbul etmədilər. Nə olar sən də çoxları kimin məmur olasan? Mən bu iş üçün düzəlməmişəm. Əlimdən gəlsəydi sorun olmazdı. Mən məmurlarla işim yoxdur, ancaq özüm məmur ola bilmərəm. Sən fəqət düzəlibsən ölkənin ilk adamına sayğısızlıq edəsən. Gözətçiliyə yetişdilər. Gözətçilik qalabalıq idi. Kabab həm də reyhanla başqa çeşidli göylərin iysi gəlirdi. Aylar idi belə bir qoxu burnuna dəyməmişdi. Bir şey gövdəsində it kimi ləhlədi. Birdən qarnının ağrımasını duydu. Bəlli idi gözətçi əfsərinə həm də neçə nəfər yanındakilara eşikdən kabab gətirmişdilər. Yadına düşdü, illər öncə mihentur maşınına minmədən qabaq elə komitə dostağının yanında oturub 2-3 şiş döymə kabab yemişdi. Biləsinə yapışmışdı. İndi isə aylardır raqo, quru mərci düyü, dolu daş qumla maşını çörək ilə pendirdən sonra kababın iyisi beyinlə qarın sınırların qıcıqlandırırdı. Kababın olmasını göz örtüyünün dalından daha bətər duyuldu. Bir cəndli dedi, bunu ilk başda düşünüb dostağa gəlməzdin. Mən istəmirdim dostağa gələm. Məni tutuqladılar. Sən kimsən ölkənin ilk adamına yaman deyirsən? Bir an dəli olmuşdum, istəmədən oldum. Qabağa gəlirdi. Bağış da dilədim, ancaq qəbul etmədilər. Nə olar sən də çoxları kimin məmur olasan? Mən bu iş üçün düzəlməmişəm. Əlimdən gəlsəydi sorun olmazdı. Mən məmurlarla işim yoxdur, ancaq özüm məmur ola bilmərəm. Sən fəqət düzəlibsən ölkənin ilk adamına sayğısızlıq edəsən. Gözətçiliyə yetişdilər. Gözətçilik qalabalıq idi. Kabab həm də reyhanla başqa çeşidli göylərin iysi gəlirdi. Aylar idi belə bir qoxu burnuna dəyməmişdi. Bir şey gövdəsində it kimi ləhlədi. Birdən qarnının ağrımasını duydu. Bəlli idi gözətçi əfsərinə həm də neçə nəfər yanındakilara eşikdən kabab gətirmişdilər.
Yadına düşdü, illər öncə mihentur maşınına minmədən qabaq elə komitə dostağının yanında oturub 2-3 şiş döymə kebab yemişdi. Biləsinə yapışmışdı. İndi isə aylardır raqo, quru mərci düyü, dolu daş qumla maşını çörək ilə pendirdən sonra kebabın iyisi beyinlə qarın sınırların qıcıqlandırırdı. Kebabın olmasını göz örtüyünün dalından daha bətər duyurdu. Sonra çörək arasında kebabı yeni utmuş kimin gözə gələn gözətçi əfsərin səsini eşitdi. Bir cəndliyə sarı üz tutmuşdu. Qandalı aç, bu birisinin qoluna bağla, görüşə apar. Bəlli idi, gözətçi əfsər başqa sorğuçunun buyruğunu yerinə yetirirdi. Rəhmət bir cəndlinin səsini eşitdi. Cənab Sərvan, qandalın açarı itib. Nə? Əfsər inanmırdı. Bir cəndlinin səsi yenidən eşidildi. Açar itib, cənab Sərvan. Tutsaq arvadı ilə danışarkən qandal qolundaydı. Başqa yol qalmadı, aça bilmədik. Əfsərin səsi acıqla ucaldı. Əcəb paxma adamsan. Nədən açar itirdin? Cənab Sərvan, bilmədim nəcür oldu. Bəlkə də burada qalmış ola. Rəhmət istəyirdi qarışıb desin, pillələrdən üstə gedəndə bir səsi həyətdə eşidib, ola bilər açar həyətdə düşübdür, ancaq öz-özünə düşündü. Mənə, sonunda bir şey ilə qollarımızı ayırırlar. Qarışmasam daha yaxşıdır. Əfsərin harayını eşitdi. Görevli olmağı haçan öyrənəcəksən? Qandalın açarı itə bilərmi? Bir cəndli susmuşdu. Gözətçi əfsər birinə o yan bu yana axtarıb başqa bir qandalın tapmasını buyruq verdi. Sonra da artırdı. Bir dənə simdən zaddan tap bu biri qandalı açaq. Heç kim dil ucu Rəhmətə otursun demədi. Eşikdən kötəklə söyüş səsi gəlirdi. Komitənin gecə-gündüzü belə idi. Ancaq gözətçilər otağı qəhvəxanaya oxşayırdı. Siqar çəkirdilər, cök deyirdilər. Bir-iki nəfər gəlirdi, bir-iki nəfər gedirdi. Kişi yana buyurun sizə qurban səsi eşidilirdi. Rəhmət düşündü bunlar nə qədər səmimidirlər. Müdürün otağında oturub degül bir-birlərinə şirin dil tökən oxul öyrətmənlərindən daha səmimi görünürdülər. Və nə qədər də birləşmiş, həm də uyğun idilər. Sanki savaş da bu cür bir-birinə oxşar olmalarına görə bilələrini seçmişdi. Sorğuçunun önərisini qəbul etsəydi, belə adamlara qarışacaqdı. Onlarla kebab yeyib, tutulanların saqqalına gülüb, üstəki otaqlardan gələn şikəncə səsləri vecinə gəlməyəcəkdi. Çalışdı, göz örtüyünün altından bir şeylər görsün. Kotunun düyməsini, bir də uzun boyun şalının ucunu gördü. Amma başmaqlarını görə bilmədi. Bir cəndli sol əlini hərdən tərpədəndə, bunun da sağ əli o yan bu yana çəkilirdi. Bir cəndliyə qarşı görünməmiş bir duyğu tapmışdı. Onun da göz örtüyü olduğunu düşünürdü. Bunun kimi səslərdən sonra da hər şeyin anlamını sanmaqla həm də gümanla başa düşür. Gedən adam qayıtdı. Əfsərin səsi Rəhmətin qulağına çatdı. Nə oldu? Qandal tapa bilmədim, amma bir parça sim tapdım. Ola bilər bununla qandalı aça bilək. Əfsər dedi, sınaması müftədir, ancaq inanmıram sim ilə açaq. Sim qandalı aça bilsəydi, da qandal qandal deyildi. Simi saldılar qandala, neçə dönə bu yana o yana döndərdilər. Rəhmət belə duydu, gövdəsində ağrısız amma səsli cərrahlıq edirlər. Bir yoldaşının burun əyinti cərrahlığından dediyi kimi, hər şeyi eşidirdim, yerli keyitmə idi. Gövdəmin buğçuyla kəsilməsini duyurdum, amma ağrım yox idi. Ancaq sümüyümün sıyırma səsini eşidirdim. Rəhmət də göz örtüyünə görə bir keymə tutmuşdu. Ancaq bunun keyməsi bütün gövdəsini almışdı. Amma hər şeyi duyurdu. Könlü istəyirdi bir anda olsa göz örtüyünü götürüb hər şeyi görsün.
elə ki bunun varlığını unutmuşdular. Ola bilərdi heç kim bu işini başa düşməzdi. İndi qandal onun əlindən, ha belə özündən də daha önəmli idi. Amma rəhmət ürək etmədi, göz örtüyünü götürsün. Simdən də bir iş çıxmadı. Rəhmət gözü bağlı gözlədi. Qapı açılıb ayaq səsi eşidildi. Ayaqların yerə sürtülmə səsi. Bəlli idi, yeni bir dostaq gətiriblər. Rəhmət ayaqların şübhə ilə yerdə sürünməsindən gözü bağlı bir dostaq gətirildiyini anladı. Tutsağın adını soruşdular. Şahrox Hüşəngi dedi. Gözətçi əfsər tutsağı gətirən məmurlardan qandalınız varmı soruşanda məmurların cavabı olumsuz idi. Gözətçi əfsər tutsağı qandalsız ancaq müğayət olaraq görüşməyə aparmalarını buyurdu. 2 nəfəri də bu iş üçün seçdi. Bir kəndlinin o 2 nəfərdən olmaması bəlli idi. Sonradan Rəhmət öz sorğuçunun otağa girib gözətçi əfsər həm də başqaları ilə salamlaşma səsini eşitdi. Sorğuçu bir nəfərə Rəhmətin arvadı gətirdiyi şeyləri Rəhmətə verməsini dedi. Rəhmət bir nəfərin yaxınlaşmasını duydu. Rəhmətin sol əlini tutub böyük bir əl çantasını əlinə verdi. Rəhmət onu alarkən ağır bir şey olduğunu sandı. Kəsin ilk kəz kimi paltar, bağlava və diş xəmiri imiş. Gözətçi əfsər birinə əl çantasını Rəhmətin əlindən almasını əmr etdi və sonradan sorğuçuya əl çantasının yoxlamasından sonra onu Rəhmətə verildiyini vurğuladı. Sonradan qandalın açarının itməsini sorğuçuya açıqladı. Sorğuçu sanki olaydan xəbərsiz imiş dedi. İşim var, getməliyəm. Qandalı açanmasalar reisdən məsləhət almalıdılar. Sonra da hələlik deyib getdi. Telefon tutmaq səsi Rəhmətin qulağına yetişdi. Əfsər elə ki telefon edirdi, yeni tutsağa türmə ayarlayırdı. Rəhmət yeni tutsağın hələ də gözü bağlı olduğunu duydu. Bir nəfər də ona yol qoyurdu. Öz-özünə düşündü, qəbirin ilk gecəsi kimi çox çətindir. Ancaq İlk günü ondan daha da çətindir. Qapı bağlandı. Gözətçi əfsərin səsi telefonun başından gəldi. Cənab Hüseynzadə, salam ərz elədim. Çox təşəkkür. Yox, önəmli sorun deyil, ancaq kiçik bir sorun qabağa gəlib. Hə, özünüz bilirsiniz, yox, o çözüldü. Hə, istəyirdim bir kiçik olayı qulluğunuza çatdıram. Hə, gözətçi şəhər adında bir tutsağı görüşə aparmışdı, qandalın açarını itirib. Gecdir də, nə edək? Hə. Timsar Zəndipurla ilgili ola bilər incisinlər. Çox təşəkkür, siz bilirsiniz. Gecəniz xeyirli. Rəhmət Hüseynzadəni tanıyırdı. Bir kişi idi. Daş ürəkli, boyu alçaq, hər zamanda siqar əlində, keçəl baş, yaraşıqlı paltarlar, həm də sinirli gözlər. Sorğuçuların başçısı idi. Ancaq Rəhmətin sorğuçusu deyildi. Rəhmətin sorğuçusu Hüseynzadənin yanında dümdüz durub dalbadal başqan deyirdi. Gözətçi əfsər indi isə Timsarın telefon nömrəsini tuturdu. Rəhmət Zəndipuru təkcə bir kərə görmüşdü. O da şikəncənin 2-ci günündə. Ucaboy, üzü tiryaklı, çox arıq, qaranlıq paltarlarla qara göz və qəribə şəkildə acımasız bir kişi idi. Sorğuçular Zəndipura ustad deyirdilər. Rəhmət tutsaqlardan eşitmişdi Hüseynzadə ilə Zəndipurun arasında komitəni kontrol etməyə yarış var. Zəndipur Rəhmətdən 1-2 söz soruşub sonra onu ötürmüşdü. Ancaq tutsaq dostaqda özləri heç zaman unutmaz. İndi gözətçi əfsər Zəndipurun evi ilə danışırdı. Salam ərz elədim xanım, mərkəzdən danışıram. Timsar ilə qısa bir sözüm var idi. Mən gözətçi əfsərəm. Sonra gözlədi.
Rəhmət bir açarın itirməsi nə olaylara nədən ola biləcəyini düşündü. Sorğuçuların başçısı habelə Timsar Zəndipuru yataqdan eşiyə çəkib açılmamış qandala görə nə edə biləcəyini buyruq etməliydilər. Ola bilərdi bir cəndli indi gördüyü bir sıra işləri oyunbazlıqla görməkdən ötür açarı bilə-bilə itirmişdi. Gözətçi əfsərin səsini eşitdi. Önünüzdə baş əyirəm, Timsar. Mərkəzin gözətçi əfsəriyəm. Zat-ı alinizi rahatsız etdiyim üçün çox üzgünəm. Gözətçilərin biri tutsağı Şəhribaninin mərkəzində görüşə aparmışdı. Qandalın açarı itib, bəli qurban. Buyurduğunuz kimi başarlısız bizdən idi. Artıq çox gecdir, indi buyurursuz nə edək? Əfsər neçə dəqiqə sustu. Bəlli idi, Timsar Zəndipurun buyruğuna qulaq asır. Bilmirəm bücür buxçu dostaqda tapılar ya yox. Ambarçı da ambarın qapısını bağlayıb gedib. Ancaq biz öz gücümüzü vurarıq. Bəli, sanmıram öcüsünü açmaq ola. Bəli qurban. Gecənin bu çağında Timsara müzahim olmam üçün çox üzr istəyirəm. Tutsağın adını buyurursuz, Rəhmət Şəhir. Özünüz buyurmuşdunuz. Yox qurban. Baş üstə. Hətmən. Arxayın olun, həll edərik. Əmriniz yoxdur? Baş üstə. Gecəniz xeyrə qalsın Timsar. Sonra Rəhmət telefonun dəstəsinin yerinə qoyulma səsini eşitdi. Rəhmət düşündü, qayın atası həlbət Cəfəriyə ağız açıb, Cəfəri Zəndipura deyib Zəndipur Hüseynzadəyə, Hüseynzadə Rəhmətin sorğuçusuna, sorğuçu da bunun arvadına zəng açıb, ərinin görüşünə gəlməsini istəmişdi. Bu tapşırıqlarından, telefonlardan nizami, həm də güvənlik silsilə məratibdən keçməyin sonucu onun arvadından ayrılması olmuşdu. Arvadı boşanıb bir cəndli ilə evlənirdi, həmən hamını işə qoyan bu quşqulu qandalıyla. Rəhmət arvadını xatırladı, sağ əlini yumruqladı. Qandalın tərpənməsinə baxaraq əlinin sinirli dəprətməsini bir cəndli duydu. Əfsər qandalın səsini eşidib qışqırdı. Oğul, qaç bir dənə daş tap gətir. Rəhmət bir nəfərin qapıdan çıxmasını eşitdi. Sonra da telefonla nömrə tutma səsini eşitdi. Sonra da əfsərin səsini eşitdi. Bu dönə əfsər sayğısızlıqla danışırdı. Həm də bətər ata ərkliklə. Salam, necəsən? Yemək yeyibsiz? Biz də bir şey burada yedik. Mənə telefon edən olmadı. Şahin tapşırıqlarını yazıb. Yaxşı, bax, Həbib xan telefon etsə, deginən biləsinə zəh vuraram. 100 yol sənə dedim, uşaqları qoyma eşiyə çıxsınlar. Şəhər doludur uşaq oğrusu ilə. Məmurlardan birinin uşağını burada oğurlayıblar. Yaxşı. Da nə deyirdi? Səhər biləlini görərəm. Hələlik. Rəhmət düşündü, bu sözlərdə də özəlliklə uşaq oğrusu qonusundakı sözlərdə görünən anlamının dalında başqa bir anlam gizlənib. Ola bilərdimi, o da arvadına telefon edib Zöhrəyə desin, səhər görüşərik? Onun bir seçimi üzündən arvadı bir üzücü xatirəyə dönmüşdü. Rəhmət düşündü, arvadı ilə heç bir zaman bu səs tonuyla danışmazdı. Əfsər bir şeyləri arvadına buyruq etmişdi. Rəhmət ayrı bir səs tonuyla danışardı. Səhər arvadını görmək istəyən biri nədən gərək onunla belə danışsın? Əfsər sanki qulluğunda olan biri ilə danışırdı. Biri içəri girdi. Elə bil daşı gətirmişdilər. Rəhmət duydu, ayrıntıları göz örtüyü ilə göz örtüyü olmayan zamandan daha yaxşı görür. İndi göz örtüyü ilə sanki otağın bir iç ənginliyi vardı. Elə bil üzlər daha yaxın gəlib düz onun başının çevrəsində bir yerə yığışmışdılar. Göz örtüyü olmayan zaman hər zadı ayrıntısız görürdü. Otaqların bütün düzəni, adamları, həm də onların görünüşlərin, hər şey öz yerində idi. Buna görə də bir düzgün kopi gerçək yaşamdan olan nəqqaşi kimin ölüydü.
Amma göz örtüyü ilə adamlar ilə şeylər duygusal, sevgisel həm də xiyali boyutlar tapırdılar. Danışan olan biri bir uzun, uca, canlı, ağzından böyük, hələ otaqdan da böyük dil çıxadırdı. Gedib daş gətirən adamın ilham verdiyi davranışları, rəhmətin göz örtüyü olmadan o davranışları anlamazdı. Əfsərin ayağa qalxıb yaxınlaşması həm də başqa adamların da ona yaxınlaşmasını duydu. İndi daşı vurub qandalın o yan bu yanındakı metal bağlılığı sındıraraq Bircəndli ilə ortaq təcrübənin sonu bildiriləcək. Rəhmətlə Bircəndlinin əlini açışqanın daş səkkisinin üstündə bir-birinin yanına qoydular. Rəhmət daşın hər an qandalın iki halqasının ortası yerinə düz onun barmaqlarının üstünə yenməsini duyub, hər an daşın altında barmaqlarının sınmasını gözləyirdi. Daş dəmirin üstünə vuruldu. Sağ əlini çiyninin üstünə dək titrədiyini duyub sonra Bircəndlinin "Cənab Sərvan, dədəm yandı" dediyini eşitdi. Daşı dəmirin üstünə çırpan əfsərin özü olması bəlliyken dedi: "Dədənin yanması sorun deyil. Niyə qandalın açarını itiribsən?" Yenidən daşı lap bətər dəmirə döydü. Rəhmət özünü Qədərin əlinə tapşırmışdı. Həmən titrətməni duyurdu. Sonradan sandı Bircəndlini əlini çəkib o biri əli ilə tutdu. Rəhmətin sağ əli də Bircəndlinin sol əlini ovxalayan sağ əlinə sarı çəkildi. Bircəndlinin inciməsi daha çox idi. Rəhmət bu inciməyi Bircəndlinin gözlərinin etkisindən olduğunu anlayırdı. Hiss edirdi Bircəndli bundan daha çox inciməsin deyə bir göz örtüyü də onun gözlərinə bağlamaq gərəklidir. Necə ki atı qorxunc yerlərdən keçirtmək üçün gözlərinin üstünə bir parça atıb yalnızca ayaqlarını yönətirdilər. Ancaq əfsər daşı bir yana atdı. Rəhmət əfsərin umudsuz olduğunu duydu. Otaqda olanlar da umudsuz olduqlarını göstərdilər. İndi də üzlərin yeri Rəhmətin beynində başqa cürə düzəlmişdi. Həm də iç ənginliyi başqa ənginlik idi. Birdən Rəhmət əfsərin çox umudverici səsini eşitdi. Ancaq şaşırdıcı, qorxulu idi. Qorxunc sözlər deyirdi. Necədir güllə ilə halqaların ortasındakı dəmirə vuraq? Rəhmət əfsərin mırt etdiyini düşündü, ancaq əfsərin səs tonunda mırtdan iz tapa bilmədi. Ürəyi üzüldü. Bircəndli dedi: Dəyər əlimə. Əfsər dedi: Qorxma. Elə vurarıq birinin əlinə də dəyərsə, sənin əlin olmasın, Rəhmətin əli olsun. Biri belə qorxusuz ölkənin birinci adamına sayğısızlıq edir, önəmi yoxdur əlinə güllə dəysin. Rəhmət qorxu duyub dedi: Cənab Sərvan, mən neçə dönə etdiyim bu yanlışdan bağış diləmişəm. İndi də bir sinirlənməyin bədəlini ödəyirəm. Yenə də kəsinliklə daha yaxşı bir yol qandalın açmasına var. Bircəndli Rəhmətin sözlərinə qatıldı. Kəsinliklə cənab Sərvan, düz deyir. Kəsin daha yaxşı yol var. Ancaq belə görünürdü, əfsər kimsənin sözünü dinləmir. Rəhmət əfsərin ayağa qalxıb onun qarşısında durduğunu duydu. Bircəndli yalvararaq dedi: Cənab Sərvan, bu işi görməyin. Siz Allah bu işi görməyin. Başqalarından səs-küy çıxmırdı. Sonra Bircəndlinin də səsi sustu. Rəhmət baş verilən olayları dözdüyü işgəncənin bir parçasıdır duydu. Amma hələ də qandalı tüfənglə vurulmasını ciddi tutmurdu. Kəsin göz örtüyü olmayan hər kəs ona sataşırdı. Əfsərin tapancaya güllə qoyub gələn gedənin vurduğunu eşidəndə Rəhmətin qorxusu gerçəkləşdi.
Sonra birdən dəmir lülüyünü düz öz göbəyinin üstündə hiss etdi. Əfsər dedi: "Öyrətmən əfəndi, bu lülüyü göz örtüyünün arxasından da duymaq olar, elə deyilmi?" Doğru idi. Əfsər dedi: "İndi hər ikiniz əllərinizi qaldırın." Əfsərin buyruğu ha belə bir kəndlinin tərpəniş ardıca Rəhmət əlini qaldırdı. Əfsərin səsi yenidən eşidildi. "Əllərinizi bir-birindən uzaq saxlayın." Uzaq, daha da uzaq. Rəhmət əlini öz başının üstündə qaldırdı. Bir kəndli də əlini özünə sarı çəkdi. Rəhmətin bircə ümidi bir kəndlinin susub yalvar-yaxar etməməsi idi. Onun xəbəri olmadan əfsərin bir kəndliyə qaş-göz etməyini düşünürdü. Əfsər tetiyi çəkdi. Rəhmət güllənin çıxışını duydu. Ancaq güllənin amacının qandal olmadığını sandı. Hamı gülürdü, üstəlik bir kəndli də. Rəhmət başqalarının gülməsini onun durmadan anlaması üçün çox daha amansız olduğunu başa düşdü. Rəhmət qolunu aşağıya gətirdi. Bir kəndlinin də əli aşağıya gəldi. Onda Rəhmət yerə oturdu. Bir kəndli də onun dalısıca ona uyub yerə sarı çəkilib oturdu. Əfsərin gülməsi qurtarmış idi. Dedi: "Yox, bunlar təkin bir-birinə bağlanıblar. Bir-birlərindən ayırmaq olmur." Bir an susub dedi: "Sən bu gecə Rəhmətin türməsində yatmalısan." Rəhmət təhlükənin soğuşmasını anladı. Bir kəndli deyinmək istədi. Ancaq əfsər qabağını alıb dedi: "Açarları sən kəndli hoqqabaz itirməsəydin, indi dinc idin, evinə gedərdin. Dur yola düş, get Rəhmətin türməsinə. Sabah saat 8-də birini taparıq, gələr qandal açar." Bir kəndli durdu. Rəhmətin əli də öfkə ilə yuxarı çəkildi. Rəhmət də durdu. Bir kəndli sinirli idi. Rəhmət o yan bu yana sürünürdü. Sanki bir kəndli acığın Rəhmətdən çıxardırdı. Gözətçiliyin qapısından eşiyə çıxıb həyətə girdilər. Həyətdən birinci bölümə, oradan da türmənin qapısına getdilər. Rəhmət dostağın bu bölümünü yerbəyer gözü bağlı ayırd edə bilirdi. Bir kəndli açıq əli ilə türmənin qapısını açıb içəriyə girdilər. Bir kəndli əlin uzaldıb Rəhmətin gözündən göz örtüyünü götürdü. Bölüm gözətçisi türmə qapısına sarı gəldi. Qapını bağlayıb getmək istədiyində gözü bir kəndliyə düşdü. Bir kəndli sinirli idi. Rəhmət indi bir kəndlinin gözlərinin qızarmasını gördü. Bir kəndli gözətçiyə üz tutub dedi: "Bəxtimizi görürsən, ağanı arvadını görməyə apardıq, özümüz də dostağa salıb." Sonra əlini qovzayıb qandalı göstərdi. Elə o Tehranlı olan gözətçi də dedi: "Bu ipi qırıqlar hamısı fırıldaqdılar. Bunlar hamısı özlərini açıq düşüncəli bilən ağaların işləridir. Bunları mənim əlimə versələr, onlardan elə açıq düşüncəli yaradaram, aşlarının üzərində bir qarış yağ qalar." Sonra soruşdu: "Niyə belə oldu?" Bir kəndli dedi: "Açar etdi, bunun da suçu deyildi, öz suçum idi." Rəhmət düşündü, yenə bir kəndli sağ olsun, öz suçun boynuna alır. Sonra Tehranlı gözətçidən soruşdu: "Sərkar, ayaq yoluna getmək olar?" Tehranlı gözətçinin gülməyi tutub dedi: "İşlərinizi nə cür edəcəksiniz?" Rəhmət dedi: "Sərkar, bir iş görərik, bəzi işləri bir əlli də görmək olar." Tehranlı gözətçinin çopur üzü gülməkdən qırışıb çuxur-çuxur oldu. Dedi:
1.50 işəmək. Çox baxmalıdır. Gəlin, gedin. Mən də gəlirəm, istəyirəm sizə baxam. Ayaq yoluna sarı getdilər. Hər zaman olduğu kimi ayaq yolu batıqlıqdan donub daşırdı. Sol əli ilə şalvarının düymələrini açdı. Bircəndi də elə bu işi gördü. Tutsaqla dostaqçı yan-yana durub işədilər. Tehranlı gözətçi arxalarında durub gülürdü. Sonra Rəhmət əlini çoxanla su ilə yudu. Sonra sol əli ilə su içdi. Bircəndli də əlini yudu, ancaq su içmədi. Türməyə sarı qayıtdılar. Tehranlı gözətçi də dallarıca gəldi. İkisi də türməyə girdikdən sonra gözətçi Bircəndli üz çevirib dedi: "İstəyirsənmi türmənin qapısını açıq qoyam?" Bircəndli dedi: "Yox, çox sağ ol, yorğunam, istəyirəm yatam." Tehranlı gözətçi göz atıb dedi: "Gözəl yuxular görəsiz." Bircəndli gülümsədi. Rəhmət bir söz demədi. Tehranlı gözətçi türmənin qapısını bağlayıb getdi. Bircəndi dedi: "Uzanaq." Rəhmət dedi: "Çox yaxşı." Bircəndli əlini uzaldıb Rəhmətin bir bucağa düşmüş 2 pətisini götürdü. İkisi də yan-yana uzandılar. Rəhmət sol əldə, Bircəndli sağ əldə, qandal da ikisinin arasında. Bir-birlərinin üstündəki pətiləri düzəltdilər. Dostaqda tutsaqlar birlikdə bir pəti altında yata bilməzdilər. Ancaq bu qonuda özəlliklə də qandala görə həm də türmədə olanların biri tutsaq yox, güvənlik gözətçisi olması üçün görməzdən gəlmək olardı. Rəhmət istəmsiz soruşdu: "Niyə açar itirdin?" Bircəndli dedi: "Mən itirmədim. Öz-özünə itdi. Qarların içinə düşdü." Rəhmət dedi: "Yox, düz demirsən. Mən düşmək səsini xatırlayıram. Daşların üstünə düşdü. Sənə də dedim bir şey düşdü. Amma sən qulaq asmadın. Qayıdanda da sənə dedim. Yenə qulaq vermədin. İndi də gərək belə üzüntü ilə yatasan." Bircəndli dedi: "Yəni deyirsən mən bu işi bilə-bilə görmüşəm." Rəhmət yanıtlamaq üçün dedi: "Bilirəm, bilə-bilə açar itirdin. Ancaq başa düşmürəm, niyə bu işi gördün?" "Amma niyə? Niyə bu işi gördün?" "Bilmirəm. Özüm də bilmirəm niyə bu işi gördüm." Rəhmət arxayınlıqla dedi: "Bilərək bu işi görübsənsə, gərək biləsən niyə bu işi gördün." Bircəndli elə bir durumda idi, hər zadı boynuna almaq istəyirdi. Ancaq özü də bilməyirdi nəyi gərək boynuna alsın. Biraz şaşqın görünürdü. Dedi: "İnan, bilmirəm niyə bu işi gördüm. Bilmirəm." Rəhmət Bircəndlinin sözlərində olan özəl səs tonundan yararlandı. "Kəsin bilirsən. Demək istəmirsənsə demə. Ancaq mən lap ilk başdan anladım. Ayrılmayaq deyə açarı sən itirdin." Bircəndli dedi: "İlk də bu işi gördüm. Ancaq sonunda özüm də sən kimi tutsaq olduğumu düşünmürdüm." Rəhmət düşündü, ən yaxşısı onu bu qonuda özgür buraxmaqdır. Olsa öz sözlərini demək istəyər, yalnız sözü biraz dəyişdi. "Ancaq böyük təhlükə başımızdan soğuşdu. Az qalmışdı ölək. Gözətçi əfsər gerçəkdən vurdu." Bircəndli dedi: "İlk vurmaq istədiyində mənə göz elədi. Bilirdim göyə vurmaq istəyir." Rəhmət dedi: "Elə o da qorxunc idi." Bircəndli dedi: "Tavanın qırağına vurdu. Tavandan bir dınqış alçı eşildi. Təhlükə yox idi." Rəhmət dedi: "Mənim ödüm dağıldı ancaq." Sonra soruşdu: "Əfsərin tutsaqda atışma haqqı varmı?" Bircəndli loğazla dedi: "Sorğuçular ilə əfsərlər tutsaqda istədiklərini edə bilərlər. Sorğuya çəkənləri yoxdur." İkisi də sustular. Rəhmət bilirdi gecəni yatanmayıb
gözətçi bir kəndlinin bunu belə özünə bağlanmasının nədənini düşünəcək şəqiqələri sancı edirdi. Ayaqları keyimişdi. Bu arada çox ac idi. Beyninə qoxusu yayılan kebabı düşünərək tamahlanıb istəmsiz dedi: "Keşke 2 şiş o kebablardan burada olardı." Bir kəndli tam olaraq ayrı qonudan danışdı. "Nədən arvadını boşamaq istəyirsən? Lap belə 3-4 ildə dostaqda saxlansınlar. Elə arvadlar var, 10 ilə cənərlərini gözləyirlər." Rəhmət dedi: "Durumu qarışıq adama evlənmək gərəkməz." Bir kəndli soruşdu: "Onda niyə evləndin?" Rəhmət dedi: "Evləndiyim zaman qarmaqarışıq durumda değildim. Hər zət kəsinliklə yaxşı, həm də yolunda görünürdü. Ömür boyu bir öyrətmən qalıb 2 ya 3 uşağın atası olub onların böyütməsini sanırdım. Ancaq dünyadır da, adamın öz əlində deyil. Qarışıqlı durumu kimsə özü istəməz, ancaq birdən gəlib adamı tapır." Rəhmət bunu demək istəyirdi. Bu pırtlaşıq durum öz istədiyi deyil. Bunun da batmaq nədəni başqa olaylardandı. İstəyirdi tarixdən, kütlədən, toplum ilə xalqın arasında olan ilgidən hər nə bilgisi var bir kəndlinin üzünə çəksin. Bir kəndlinin siyasət ilə fəlsəfə toxumağa dözümlü olmadığını hiss edirdi. Üstəlik, o olan durumda gərəkli idi bu sorunlara görə yekə danışmasın. Bir kəndli dedi: "Bir söz desəm acığına gəlməz?" Rəhmət maraqlandı. "Hər nə istəyirsən de." Bir kəndli dedi: "Arvadına görədir. Kəsin acığına gəlməzmi?" Rəhmət maraqlanıb dedi: "Yox, acığıma gəlməz, de." Elə o halda bilirdi, ola bilər acığına gəlsin. Bir kəndli soruşdu: "Bu gözəllikdə arvadı hardan tora saldın?" Rəhmət bir kəndlinin bu sözündən duruxdu. Elə ki bilmirdi bir kəndlinin bu sözündən acıqlanıb, yoxsa bəyənib. İranlı kişilərin ayrı kişidən bu qonularda soru sormağı düz iş olmasını sanmırdı. Amma onun girə düşmüş o durumunda hər gözətçi elə onların lap kiçiyi də özün ondan üstün görüb, istərsə hər sorunu sormağa özünə haqq verirdi. Rəhmət soruşdu: "Fikr eləyirsən mənim arvadım çox gözəldir?" Bir kəndli ürəklənib özünə özəl səs tonuyla dedi: "İndiyə qədər bu gözəllikdə şey görməmişəm." Rəhmət sanırdı bu an arvadı çox daha gözəlləşib, olduğundan qatlarca gözəldi, həm də bir şeyə dönüşüb bir kəndlinin ayaqlarının altına düşmüşdü. Şeydə özgə, açıq-saçıq, həm də fahişəlik kimi bir kimlik var idi. Rəhmətin zəhləsi gedirdi yaşamının ən çox sevdiyi adamına belə bir ad qoyulub. İstədi bir kəndlinin ürəyini yandırsın, ancaq onun ürəyini yandıran sözü deyərkən öz halına da ürəyi yandı. Mən də onu bu nədənlə aldım. O zamana dək belə gözəl bir qadın görməmiş idim. Şeyi götürüb onun yerinə qadın sözcüyün qoymuşdu. Arvadı bu danışığa qulaq assaydı nə deyərdi? Bilirdi, gələcəkdə arvadını görsəydi bu danışıqdan ona heç nə deməyəcəkdi. Rəhmət belə sanırdı, bir kəndlinin gözündə arvadının gözəl göründüyünün nədəni üst-üstə kəndlilərlə şəhristanlıların savadlı arvadları gözəl gördüklərindən asılıdır. Ancaq bilirdi, sorun təkcə bu deyil. Bir kəndli ağıllı idi. Arvadının gözəl olduğunda da söz yox idi. Bu savadlı, savadsız olduğuna da heç bağlı değildi. Birdən beyninə bir düşüncə çatdı. Mən sənin bacına görə belə danışsam xoşum gələrmi? Mənim bacım yox. Anana görə necə? Anam ölüb. Arvadın da yoxdurmu? Yox. Ola bilər sevdiyin biri olsun. Öcür yox, ancaq bir nəfər var.
Yaxşı, bir gün görüb sənə desəm, yaxşı şeydir ya gözəl şeydir, xoşuna gələr? Bircəndli başarı ilə dedi, sən heç vaxt onu görməzsən. Niyə? Çünki çadralı arvaddır. Bircəndli bir andan sonra dedi, mən bir şey demədim. Yalnız dedim, arvadın gözəldir. Hələ bundan sonra da o arvad sənin arvadın deyil. Sən demədinmi istəyirsən onu boşayasan? Bircəndli bir sadə kəndidən çox daha hüşlü görünürdü. Rəhmət soruşdu, neçə ildir Tehrandasın? 15 il. Nə oldu buradan baş çıxartdın? Sənə nə? Yaxşı, maraqlandım. Haqqım yoxdur. Bircəndli yaşamını qısaca anlattı. Anam ölüncə şəhrin güneyində alanda çalışan böyük qardaşımla Tehrana gəldik. Alanda onun yanında böyüdüm. Ölmə diril yaşam. 14 yaşımda olanda zaminli bıçaq məndən ayrılmazdı. 3-4 nəfəri vurub şilküt etdim. Qardaşım deyirdi, gədə vurub öldürərlər səni. Bir gecə 3-4 nəfər gənc daşıqçı alanda töküldülər başıma. İp ilə, ağacla pis döydülər məni. 3-4 gün sonra onlardan birini yaxaladım. Qarnına bıçağı soxub vurdum. Qarın boğarsağı eşiyə töküldü. Qaçdım. 6 ay sonra tutuqlandım. Səngiləcdə. Adam ölməmişdi. Ancaq tutsaqlandım. 2 il islah evində qaldım. 2 il də qəsr dostağında. Dövlət üçün işləyə biləcəyimi deyəndə dostaqdaydım. İndi neçə ildir buradayam. Tutsağımı bağışladılar. Sanki bir çox boynu yoğun adamlara bu sözü demişdilər. Rəhmət bunları eşidəndə görünməmiş hisslər duydu. İllər öncə Qəzvinin titrəməsini xatırladı. Düz ailəsinin yaşadığı yerdə titrətmə baş vermişdi. Ata-anası ikisi də üçüntü altında qalıb ölmüşdülər. Bacısı da ərinin evində əri ilə üçüntü altında qalıb ikisi də ölmüşdülər. Ölüləri çıxarıb başqa ölülərin yanında qoymuşdular. Yerin bir tərpənişi ilə sonsuza dək kimsəsiz olmuşdu. Bacısının evi ilə ata-anasının evinin arasında uçqunlar üzərində gəzib yer göyü yamanladığı zaman ayaqlarının altında bir uşağının səsini eşitmişdi. Tələm-tələsi yeri qazmağa başlamışdı. Qazdıqca uşağın səsi daha da güclü olmuşdu. 3-4 sınıq kərpiç götürdükdən sonra birdən ala gözlü, üzü toz torpaqlı bir oğlan uşağı gözünə görünmüşdü. Oğlanın yaşı ancaq 10 olardı. O da ailəsini əldən vermişdi. Rəhmətin də ata-anasını yaxşı tanıyırdı. Biləsini islah evinə yollamışdılar. Nədəni bəlli deyildi. Bu oğlan geçən il bu çağda Qameno oxuluna Rəhmətin görüşünə gəlmişdi. Özünü tanıdıb lotuluq dili ilə Rəhmətdən təşəkkür etmişdi. Rəhmət özündən daha uca boylu oğlanı görməkdən bətər sevinmişdi. Bir gözəl üzlü, alagöz, burnu çəkik, dolu dodaqlı olmuşdu. Rəhmət bu gənc üçün bir çay gətirsinlər istəyib yanlarında kimsə olmamaq üzərə arxayın nə işdə çalışdığını soruşmuşdu. Oğlan açıqca demişdi, evində savakda çalışıram. Elə bu. Rəhmət düşünmüşdü, keşke qıçımsınıb bu oğlanı o dəlikdən çıxartmazdım. İndi isə Rəhmət yenə düşünürdü. Qəzvinin deprem vurmuş kəndlərindən, Bircənddən, şəhrin güneyindən, meyvə alanından, Təbriz, Tehran, Məşhədin zorxana klublarından, bunlar birdən yollarını dəyişib ortaq bir gələcəyi qazanıblar. O gənc oğlanın üzü Rəhmətin gözünün önündən soğuşandan sonra döndü sağ qolunun üstündə gözünün Bircəndlinin gözünə dikib dedi,
Məndən nə istəyirsən? Bu cümləni elə dedi, sanki gözləyirdi bir cəndli buna desin, sənin ruhunu almaq istəyirəm. Ancaq belə bir söz bir cəndlidən eşitmədi. Bir cəndli dedi, heç zat baba, heç zat. Mən sənin nəyinəm hələ səndən bir şey istəyəm. Rəhmət düşündükcə ağlına heç bir şey gəlmirdi. Bir sıra insanların soysuzluğu üzlərində görünürdü. Tehranlı əfsərin soysuzluğu kimi. Sanki içindəki çirkinliyi iyrənc üzündə görünmək üçün çiçək xəstəliyi tutmuşdu. Ancaq meyvə alanının daşıqçısının qarnını söküb, illər boyu islah evində ilə qəsr dostağında qalıb, sonunda savakdan baş çıxardıb, ən sonunda qandalın açarını itirib, indi isə onun arvadının gözəlliyindən danışırdı. Bu yaraşıqlı gəncin beynindən nələr keçdiyini adam necə sezə bilər? Gerçəkdən yaşam qarmaşıq idi, yoxsa bu an qarmaşıq görünürdümü? Doğrudan insanların üzü onların içindən bir şey göstərmirdi. Bəlkə bu yaraşıqlı gənc, çopurlu Tehranlı gözətçidən Hüseynzadə, Zəndipur, başqa sorğuçular öz sorğuçusundan ha belə qıçını işgəncə ornağına bağlayan gəncdən daha da yaramaz idi. Onun bircə eyləmi Savaçın bütün düzənləməsini tərpətmişdi. Rəhmət neçə dəqiqə öncə sonunda bir cəndlinin ovucunu aça biləcəyini düşünürdü. Ancaq birdən bir cəndlinin ovucu güclü bir yumruğa dönüşdü. Rəhmət onun dolayısıyla təkcə onun dünyasına yox, başqaların dünyasına da özgələşirdi. Gözətçilər, sorğuçular, savakılar, başqa tutsaqlar, hələ bir də arvadı ilə atasının dünyası, illər boyu tanıdığı öyrətmənlərin, həm də yol göstərdiyi öğrencilərin dünyası. Onların çoxuyla sevimli, incə, həm də duyulan anıları var idi. Üstəlik, həm də tikintilər, evlər, dərs oxuduğu bilim yurdu, oxullar, xiyavanlar, alanlar ona özgələşirdilər. Görəsən bu tezlikdə infiradi törmə, aylarca çətinlik, acı çəkmələr, arvadından uzaq qalmalar, boşanmağın gerçək qorxusu, acı həm də qorxuyla dolu bir gələcək, öz gerçək izlərin onun beynində qoymuşdular. Bilirdi qocalır. Bu yaşda qocalmağın başqa bir anlamı vardı. Bu anlam incə həm də duyulan anlam idi. Hər kim onun çəkdiyi acıları çəksəydi qocalardı. Ancaq qocalmaqdan üstün bir sorun vardı. Ola bilərdi biri tez qocalsın, ancaq beyni sağlam qalsın. Bir əl baltanı onun üz başına vururdu. Sanki öncələr bir daş imiş, sadə, çizgisiz, şəkilsiz, həm də ərdəmsiz bir parça mərmər daşı. Üz-gözünə yağdırılan onu dərinliklərində işkəncə verib varlığından əskildən hər bir balta vuruşu, onun acıyla işkəncə çəkmiş, dözümlü kimliyini artırırdı. Bu təkcə sadə bir tez yetişən qocalıq deyildi. İç acıları əskilmiş, dərin, dözümlü, sınırlı diş görüntüsündə bəlli olunmalı, ona edilmiş zülümlərdən qaynaqlanırdı. İndi daha bilməyirdi bu əskilməkdən başqa nələr onun başına gələcək. Gözəl, yaramaz, gənc bir cəndli, pis bir ruh kimi onu işkəncə verirdi.
Rəhməti incidən özəl bir sorun da bundan öncə bu qədər yaxından bir erkəyə yapışmamışdı. Keçmişdə hər zaman kişilərlə gövdə sürtüşməsindən uzaq durmuşdu. Eşik yuyunağına gedəndə belə cansürtən gələndə Rəhmət cansürtənin yaxınlaşmasını anlayacaq, tez durub dik oturmuşdu. Sanki adam can sürtməyib başqa iş görəcək. İndi isə ilk başda çox sevəcən biri görünən həm də keçmiş neçə həftədə yalnızca 3-4 dönə gördüyü bu kişi ilə gerçəkdən bağlanmış idi. Əlini qovzasaydı, onun gövdəsini doğrudan əlləyə bilərdi. Gözətçiyə görə uğursuzca həm də qurtulmayan bir pis düşüncə beyninin hər yanın oda çəkirdi. Pətinin altına girmədən öncə paltarların soyunarkən çox gülməli idilər. Ən sonda Bircəndlinin sol qolundan uniformu, özünün də sağ qolundan kotunu çıxara bilməyəcəklərin sonucuna yetişdilər. Kotla uniformun qalanını çox çətinliklə çıxartdılar. Gözətçinin ferenci həm də öz kotu aralarında qaldı. Rəhmət elə Bircəndliyə görə pis düşünürdü. İçində özünü qorumaq üçün çeşitli planlar tökürdü. Bircəndli boynu yoğun, gənc, qalın qollu, uca boylu, həm də ağ üzlü, al yanaqlı biri idi. Rəhmət sıradan bir orta oxul öyrətməni idi. Üzü arıq, bir qədər qalın bığ, çiyinləri döşünə yaxın, əngi yastı həm də yekə, orta boylu bir də əzüləsiz gövdə. Öyrətmənlər oxulunda olan zaman dağçılıq etmişdi. Üstəlik bir cüt dəmbil alıb evə gətirib dönələrcə onlarla əlləşmişdi. Səhərləri durub soyad idmanı yapıb, gözgüdə qollarına, qoltuqlarına, həm də döşünə baxmışdı. Elə neçə dönə dərsə getməmişdən öncə həm dərs oxuyarkən, həm də dərs verərkən kəllə-paça şorbası yemişdi. Ancaq sonrası hər dönə kəllə-paça yedikdən aylar sonra qaraciyəri, böyrəyi, sülüklüyü, nə isə hər yeri hələ gövdəsində tanımadığı yerlərin inciməyini hiss etmişdi. Üst-üstə Bircəndli ilə Rəhmətin arasındakı əsas fərq bir şeydə qıssalırdı. Bircəndli güclü idi, Rəhmət isə gücsüz. İndi də hiss edirdi pis yerdə girə düşüb. İki pəti altında arvadının gözəlliyindən açıq danışan qul yabanı kimi birisi ilə uzanıb uğursuz bir olayı gözləyirdi. Tutuklandığının 2-ci həftəsində baş verən olayı xatırladı. Bir sorğuçunun çeşitli qovluqları bir-birinə dəymişdi. Onun adını dəyişik oxuyub dalısıca gəlmişdilər. Ayaqlarının yarası hələ də sağalmamışdı. Qabırğaları hələ də ağrıyırdı. Onurğasında da bir sorunun yaranmasını hiss etdi. Sanki bel sümüklərinin aşağısını neçə iri qarışqa birlikdə dişləyirdi. Əlini uzadıb dişlənmiş yeri qaşıyırdı, ancaq ağrı olmadığına görə toxtamırdı. Onurğasının dərinliyində bir təhər qayğı var idi. Nə qədər qaşıyırdı, bir o qədər qayğısı çoxalırdı. Dalısıca gəlib eşiyə aparmışdılar. İlk nələr olduğunu bilmirdi. Gün batdıqdan 3-4 saat sonra idi. Göz örtüyü gözlərində, komitənin 2-ci qatında sorğuyla təmşiyyət otaqlarının önünə gətirdilər. Durdu, üşümürdü, ancaq titrəyirdi. Heç vaxt sorğulamaq üçün onu gecənin bu çağında gətirməmişdilər. Çalışdı göz örtüyünün altından dizləri ilə barmaqlarını görsün. Burnunun ucundan başqa bir şey görünmürdü. Birdən bir nəfər təlis təkin bir şeyi Rəhmətin başına keçirdib, özü də təlisin altına girib göz örtüyünü götürdü. Bu adamın üzü ilə Rəhmətin üzü ancaq 2-3 barmaq aralı idi. Ağzından tiryeklə içkinin qarışıqlı qoxusu gəlirdi. Rəhmət sorğuçuların 2-3-ünün üzünü təlis altında birlikdə olduğu soysuz qul yabanı ilə beynində tutuşturdu. Elə görünürdü, onların heç biri ilə oxşarlığı yox idi. Bu adam dalbadala ona deyirdi: 2 həftədir səni tutublar,
mən isə sənin olduğundan xəbərsiz idim. 1 ildir səni axtarıram. İndi deginən Bəhram Sepehr hardadır? Onunla qərarlaşmışdın, qərara da getmədin. Gərək deyəsən, yoxsa səni öldürərəm. Torbanın altında boğularaq dalbadal deyirdi: Bəy, siz məni başqa biri ilə yanlış tutubsuz. Mən kimsə ilə qərarlaşmamışdım. Bəhram Sepehrini də tanımıram. Ancaq təlisin altındakı olan sorğuçuya başqa hər kim əl çəkmirdi. Deyirdi: Rəhmət, biz səni yaxşı tanırıq, indi isə yaxalamışıq. Hər nəyi deməlisən, deginən, tez ol deginən. Rəhmət nə qədər and içirdi, tərəf də o qədər çox dirənirdi. Təlisin altındakı dartışma arasında Rəhmət Şəhbər adlı bir adam ilə yanlış tutulmasını anladı. Çalışırdı sorunu təlis altındakı bu qula açıqlasın. Elə o halda birazdan boğulacağını hiss edirdi. Düşünürdü sorğuçunun da boğulmaq duyğusu olacaq. Amma sorğuçunun nə səs tonu, nə də nəfəslərində ən kiçik boğulmaq hissi duyulmurdu. Sanki hakimlər boğulmaq hissi duymazlar, məhkumla bərabər bir durumda olsalar belə. Bu sonuca çatırdı adamın özgürlük ya seçim gücü olsa, ən pis boğulmaq durumunda belə edə bilər, oksijen ya hava alsın. Amma dözmək onun alın yazısı değildi. Sorğuçu dalbadal deyirdi: Şəhbər, Sepehrin yeri hardadır? Deginən görüm. Ancaq Rəhmət o durumdakı istəyirdi öz adıyla bir ayrı adamın adı arasında olan anlaşılmazlığı, iki adın bir nöqtə az çoxunun anlaşılmazlığını aradan qaldırsın, bayıldı. Necə ki hiss edirdi sorğuçunun əlləri artıq onu ayaq üstə saxlaya bilməyəcək, aşağı gedərkən bir un təlisi ya pambıq tayının yavaş-yavaş yerə düşməsini hiss etdi. Sonra isə hiss etdi artıq yoxdur. Onu qaldırarkən yaş idi, başdan ayağa. Sonra onu sürüyə-sürüyə apardılar 2-ci qatda olan təmşiyyət otağına. Bu otaq haqda çox sözlər eşitmişdi. 3-cü qatın təmşiyyət otağında işgəncə olan vaxt 2-ci qata aparmaq ilə ona göz qorxusu vermişdilər. İndi isə aparırdılar elə o otağa. Gecə yarısı idi. O saatda birini işgəncə etməzdilər. Komitə tamamilə yuxudaydı. Rəhmətin az qalırdı ürəyi qırılsın. Onu bir partizanla değişik tutmuşdular. Hər nə qədər and içirdi, inanmırdılar. Bir sorğuçuyla 2 gözətçi onu sürüyürdülər. Nədən? Bir nöqtənin oyan buyan olduğundan dolayı. Bu kişi çirkin üzüyle qabarıq əngi ilə onun yanına gəlmişdi. Rəhmət belə sanırdı, Rəhmət Şəhbər adında birisi varsa bura gəlməməsi, Rəhmətin soyadına artırdığı nöqtənin geri almaması, bütün bu işgəncələri çəkməməsi həm də bir qəhrəman kimi özünü göstərməməsi üçün rahatdır. Çox zalim bir adam olacaqmış. Buna görə ki bir partizan olaraq işgəncələrə dözmək su içməkdən daha rahat. Rəhmət bir adresi Bəhram Sepehrin adresinin yerinə sorğuçuya vermişdi. Sorğuçu eşiyə çıxıb Rəhmət telefon nömrə tutma səsini eşitmişdi. Sorğuçu telefonla birisi ilə danışmışdı. 10 dəqiqə sonra telefona zəng gəlmişdi. Rəhmətin verdiyi adresdə Bəhram Sepehr adında yox, Muğani adında biri yaşayırdı. Rəhmət bunların da Muğanının Savaki olduğunu bilməsini bilirdi. Ancaq arxeyin deyildi sorğuçuyla gözətçilər bilsinlər. Həmən bu Muğani Rəhməti satıbdır. Bu yüzden Rəhməti görünməmiş bir cihaza bağlamışdılar. Sanki bu cihaz uzaqdan işə salınırdı. Tərsə sayı saymaq başlanıb, sorğu otağın tavanını yarıb,
göyün üzündən baş çıxardacaqdı. Ölsəydi nə qədər dincələrdi. Birdən titrəməyə başlayıb hər yandan sıxıldığını duydu. Maraqlandı. İstəyirdi bilsin gövdəsi nə vaxt dinc duracaqdır. Nə vaxt ölməsini anlayacaq. Belə bir şeyin anlaşılmaz olduğuna baxmayaraq. Gövdəsinin haçan tərpənişdən duracağını ürəkdən bilmək istəyirdi. Buna görə ki, bir belə tərpənişin bir gövdədə yığışması olumsuz idi. Sıxışdırmanın sınırdan keçməsi zaman hər anda sanki daha da xırdalan uydu kimi bir şeyin içində qışqırmağa başladı. Qorxunc bir sərsəmlə qışqırdı. Sonra görünməmiş duyğu biləsinə əl verdi. Başqa qışqırıqlar onun qışqırığına yanıt verdilər. Ancaq tansıq kimi bir yöndəmdə elə o beyninin iç-içə şəbəkəsinin içindən qışqırıqların ona minib qulaqlar, gözlər, dizlər, beyin, ürək, özəlliklə də beyni görünməyən körpülərin üstündə onu sürməklərini duyurdu. Bir də onu cihazın içinə qoymaq yerinə o cihazı beyninə yerləşdirilməsini hiss edirdi. Qışqırıqların sıxışdırması o qədər çox, həm də güclü olduğundan ortadan cırılan bir elastik bağ kimin beyni cırıldı. Daha yox idi. Ancaq qışqırıqlar var idi. Aradan getmirdilər. Sorğuçuyu yanıtlayıb deyirdilər, Rəhmət Şəhbər tapılmasa bir Rəhmət Şəhbər, Rəhmət Şəhirdən düzəlməsi gərəkir. Rəhmət Şəhir də olmasaydı, gərək biraz qışqırıq, saysaqlama, sərsəm, ağız köpüyü, genəl çaxnaşma, qusmaq, üstündə olan bir seri qurğuların, dəmir, elektrikli cihazlar, elektronik gözlər, çıraq işığı. Dizləri az qala un ola, biləkləri isə nəzərə gəlirdi qələmi itildən kimi ucları itildirdi və onların qızıl qanları ilə bir uydunun xodkar gözgüləri boyanırdı. Sayın Rəhmət Şəhbər qoşulurdu, bir partizan kimi, taxım evi də ola. Ağzının içində də bir dənə siyanor həbbi, belində isə əl bombası ola və bir-iki Amerikalı əfsər də öldürmüş ola və 2-3 dənə pom benzin də odlamış ola və şahın timsarlarından bir timsarı da dəlik-deşik etmiş ola və bibisi ya da dayısı evindən bir sırası əraq malı, bir sırası şorəvi malı ya Doğu Avropa karxanalarının malı olan çox-çox silah tapılmış ola. Elə ola, sonralar güvənlik sorumlularından gözəl üzlüsü televizyona gəlib silahların hamısını masaların üzərinə düzüb, dərəcə bir uzmanlara tay bu tapılmaz, şaşırdıcı, həm də pozucu silahların adını dalbadal deyə və partizanların işləri üçün elə sözləri kullanaydı təkcə güvənlik sorumluları, partizanlar, casuslar, casuslara qarışlar, tutsaqlar, həm də tutsaqçılar biləydilər. Qara kütlə isə deyirdilər, bu nə deyir, nə demək istəyir, mən ki baş tapmadım nə demək istəyir. Sonra gözlərini açanda ilk harda olmasını bilmədi. Müstətil model ya müstətilə oxşar 2 metr bir yarıma olan bir yer idi. Hörgütsəl açışkanın arxasında bir çıraq da yanırdı. Kəsilmədən də yanırdı. Elə bu. Halı yerinə gəlməyincə türməsi olan həmən yerdə qalıb, özünün sorğuçusuyla gözətçilərdən başqa kimsə onunla danışmadı. Sorğuçusu ona demişdi, yaxşı səni qutardım. Elə belə komitəyə gəldim. Gəlməsəydim sabah Rəsulü leşini mənə verəcəkdi. Sonra Rəhmət Şəhbər özü tapıldı. Alçaq boy, arıq bir adam idi. Qızmadan, həm də alışmadan yanan qonur gözləri ilə. Rəhməti Rəhmət Şəhbəri görmək üçün sorğu otağına apardılar. Rəhmət Şəhbər Rəhmət Şəhirdən eşitdi, bir yalançı nöqtə üçün başına nələr gətiriblər. Rəhmət Şəhir elə düşündü, Rəhmət Şəhbər heç inanmaz bir nəfər olsun. Adı bu qədər onun adına oxşayıb, adı da Rəhmət Şəhbər olsun. Hələ düşünürdü, Rəhmət Şəhir güvənlik qurumunun yaranışıdır.
Güvənlik qurumu bu gününü Rəhmət Şəhbərə yaradıb, göstərmə yolu üçün Rəhmət Şəhiri Rəhmət Şəhbərə göstərib, ona qırmacdan, torbadan, bir də başqa işgəncələrdən, özəlliklə də Apollo cihazından qorxması gərəkdiyini anlatsın. Rəhmət Şəhir isə Rəhmət Şəhbərə görə deyil, Rəhmət Şəhir üçün, yəni özünə görə istəyirdi bir yol da olsa, o torbadan, görünməmiş cihazın olayından birinə danışsın. Birdən-birə ilk adam, onun yerinə işgəncə olan Rəhmət Şəhbərin özüydü. Rəhmət Şəhir olayları Rəhmət Şəhbərə söylərkən, Rəhmət Şəhbər alışmadan yanan, alçaltmaq üçün gülümsəməyə boyanan gözləri ilə Rəhmət Şəhirə baxıb dedi: "Eşşək özünsən, mən siz savakıların bu göplarından qorxmuram. Məni işgəncədən qorxudursuz, mən heç bir şeydən qorxmuram, heç bir şeydən." Rəhmət Şəhir qarşısındakının doğrudan da bir şeydən qorxmadığını hiss edirdi. Ertəsi gün Tehranlı gözətçi gəlib bunu götürüb sorğuçusunun yanına apardı. Sorğuçu ikinci qatda təmşiyyət otağının qapısını açdı. Rəhmət Şəhbərin bükülmüş leşini otağın döşəməsində gördü. Sorğuçu dedi: "Heç bir şey demədi, öldü." Bircəndi dedi: "Nəyi düşünürsən?" Rəhmət yanıtladı: "Heç zadı." Rəhmət indi də başına bir təlis çəkildiyini duyurdu. Təlis ilə dəmir cihazın ayrımı yalnızca o dəmir cihazın uyğarlı olması idi. Ancaq ikisinin də keçmişdə oyunları bir idi. İndi də Rəhmət bircəndi ilə bir təlis içində olduğunu duyurdu. Hiss edirdi son ana qədər dözməlidir. Bircəndlinin düşüncəsini bilmirdi. Ancaq bir an beynindən bu düşüncə keçdi. Ola bilər bircəndli oyunuyla unudulmayan tam bir görəvin parçasıdır. Sonra da bu düşüncə beynində daha da gücləndi. İndi hər şey bir-biri ilə ilgi tapırdı. Onun özəl keçmiş bilməcəsində bircəndli önəmli adlardan idi. Onun rolu aydınlaşdıqca bu oyunda hər şey çox kəskin, aydın, dumduru, həm də öz yerində görünürdü. Beyni yola düşüb hər şeyi doldurub bilməcə bütünlənirdi. Birdən maraqlandı. İşgəncənin ilk günü qamçının enməsindən bir an öncə də düz belə bir duyğusu var idi. İstəyirdi acının nə qədər olduğunu bilsin. Sanki onu maraqlandırmaq üçün vururdular. Sanki beyni gövdəsindən ayrılmışdı, ancaq onu yargılayırdı. İstəyirdi insanın bədəni nə qədər işgəncəyə davam gətirəcəyini anlasın. Bu yüzdən işgəncə etmək elmi biyologiya bir qonuya çevrilmişdi. Ona qırmac vurduqca beyni daha da maraqlanırdı. Özündən gedənədək gövdəsinin sınamasına davam vermək istəyirdi. Bu dönədə təlis içində olmasını duydu. Amma daha gövdəsinə toxunmadan, möhkəmcəsinə bir şey bədən üyələrinə vurmadan maraqlanmışdı. Sanki iki istənc bir-biri ilə savaşdaydılar. Dedi: "Bir şeyi düşünmədiyimi deyə bilmərəm. Sanıram bütün bu zamanlar səni düşünürdüm." Bircəndli qandalı yuxarı çəkdi. Elə ki, Rəhmətin də əli çəkildi. Bircəndli dirsəyi üstündə yerindən qalxdı. "Nədən məni düşünürdün? Hə? Nədən?" "Sənin də bu olayın bir bölümü olduğunu düşünürdüm. Təkcə bu." "Nəyin bölümü?" "Olayın." "Hansı olay? Niyə boş söz danışırsan?" Rəhmət istəyirdi hər nə olursa olsun, ancaq sözlərini çox düzgün desin. Dastanca ağı. Qarşısındakı ya qanar, ya qanmaz. Önəmli olan sorunun beynindəki biçimdə gec olmadan dilə gəlməsi idi. Dedi:
İstər onlar açarı itirmək üçün sənə buyruq versinlər, istər özün öz istəyinə görə onu itirmiş olasan. İstər də açar öz-özünə itmiş olsun. Hər durumda sonuc birdir. Bu olay olmasaydı, sən onun bir parçası olaraq mənim yanımda olmazdın. Mən bu türmədə olmazdım, həm də səninlə mən belə bir-birimizə bağlanmamışdıq. Buna görə də sənin bu olaydan bir parça olmaqdan başqa qaçış yolun yoxdur. Bir kəndli rəhmətin baxışından deyə biləcəyi ən önəmli olan bu sözlərdən heç bir şey anlamadı. Bax, ağa, mən nə açıq düşüncəliyəm, nə dəbir, nə öyrətmən, nə də savadlı bir adam. Dediyin bu sözlərin mənim üçün anlamı yox. Dediyin bu sözlər də başımdan artıqdır. Mən bu sözləri də islah evindən, alan, qəsr, savak, bir də tutsaqlardan öyrənmişəm. Ancaq sənin sözlərindən heç baş çıxartmadım. Rəhmət dedi, bu sözləri sənin anlamağın üçün demədim. Bunları dedim öz beynim aydınlaşsın. İstəyirdim görəm, səndən həm də bu olaylardan anladığım şeyləri deyə bilərəm ya yox. Edə bildiyimi gördüm. Bu da mənim üçün yetərlidir. Bəllidir, bir kəndli çox inciyibdir. Buna görə də düşmancasına danışırdı. İstəyirdi hər şeyi desin, bildiyi hər şeyi rəhmətin üzünə vursun. Ayrıca İslah evi, qəsr, savakdan artıq neçə dönə sizlərin sevdiyiniz yerin göbəyinə getdim. Tehran bilim yurduna. Qadın, kişi bir-birinin içində qımıldayırdılar. Nə qadınlar, nə yaraşıqlı cicilər. Öyrətmənlər təb-təmiz idilər. Azca savadım olduğuna görə sizlər kimi yox, elə özüm qədər gedib sınıfda oturdum. Öyrətmənlərlə öyrənciləri bəlləmək üçün. Qadınlar ilə kişilər dalbadal bir-birinə yazı verirdilər. Sınaqzad yox idi, sanki bir-birinə məktub verirdilər. Ola bilərdi, çığallıq edirdilər. Qadınların hamısı bəzə etmişdilər. Bilim yurdunun xiyavanlarında yeridiyimdə ətir qoxusu gəlirdi. Bir neçə dəqiqə durub rəhmətin üzünə əyildi. Özgür olan əlini qaldırıb dedi, bilirsən nədir? Bizlərə deyiblər, mən də sənə deməliyəm. Bütün açıq düşüncələr, öyrətmənlər, öyrəncilər, savadlılar, hamınız beləsiniz. Rəhmət dedi, nə cür? Bir kəndli özgür əlini yaxınlaşdırıb rəhmətin üzünün qarşısında tutdu. Bir kəndlinin baş barmağı göstərici barmaqla orta barmağının arasına girmişdi. Əl güclücə yumruqlanmışdı. Baş barmağının ucu 2 santimetr yumruğun arasından eşiyə vurub pis bir cinsəl biçimə dönmüşdü. Rəhmət bir kəndlinin baş barmağının doğal bir baş barmaqdan daha uzun olduğunu hiss etdi. Bir kəndli vurğulayaraq dedi, sizlər hamınız başdan beləsiniz. Açarları mən itirdim, həm də bilərək itirdim. Sənin yanında qalmaq üzərə bir də istəyirdim sənə deyim, sən ilə sənə oxşayan hər kəs belədir. İndi isə gir yataq. Rəhmət maraqlı olayların baş verməsini sandı. Birdən-birə örtülər bütün üzlərdən götürülüb. Bəy bir qoxumuş qarı qadın kimi üzə çıxmış, ya da kifsəmiş qarı qadın bir çirkin sərgidə bəy rolunu oynayır. Bu çirkin həm də maraq çəkən oyunda yeni məhkumiyyət rəhməti gözləyirdi. Bu məhkumluq 2 ya 4 illik deyildi. Sanki onun genel baxışlar içindəki şaha verdiyi söyüş suçuna ilgisi yox idi. Bu məhkumluq əski görükürdü, ancaq gələcəyə də ilgisi var idi. Bu məhkumluq sonsuz həm də gerçək bir yer altındakı geniş həm də düşüncəsiz yarğı evi tərəfindən bəlli edilmişdi. Onu da bir cürə sonsuz qarğış içində yerləşdirirdi. Rəhmət elə sandı bir kəndli bir şeyin göstəricisidir, daha güclü, çox dərin,
belə sorğuçulardan Dadstan, Nizami məhkəmədən daha acımasız, savak həm də bütün dövlət qurumunun hamısı onu nədən ilə nədənsiz işgəncə etmişdi, məhkum edib. Rəhmət, Bircəndlinin pislik yumruğunu orta barmağı ilə işarə barmağının arasındakı sıxılıb, o qızarmış həm də şişmiş barmağı ilə sanki öz görəvini qorxunc bir gizli şeytan gücündən alıb, sonsuz bir yırtıcılığın göstəricisi olduğunu duydu. Gerçəkdən bu dövlət qurumunu bütünlüklə Bircəndliyə tapşırsaydılar, bu 22-3 yaşındakı gənc ilə buna oxşar gənclərə nə qorxunc durum olacaqmış. Üstəlik, Rəhmət düşünürmüş, bu gənclər olmasa heç bir hükmranlıq qalıcı olmaz. Bütün evlərə baş çəkənlər bunlar idilər. Oxullara, bilim yurdlarına, idarələr ilə kafelərə gedib işkilli adamları gözü bağlı rejimin dostaqlarına buraxanlar elə bunlar idilər. Düzəncəni istəyənlər də bunlar idilər. Ancaq özləri düzəncədən heç başları çıxmırdı. Bunlar idilər tutsaqları xiyavanlardan, alanlardan, küçələrdən yığıb aparırdılar. Onları qamçı təxtinə bağlayırdılar. Ya Tehranlı çirkin gözətçiyə tayonların, burunların, komitənin duvarlarına çırpırdılar. Ya Rəsuli istəyəndə təlis gətirib bir yazıq öyrətmənin başına keçirtsin, sonra da Apolloya bağlasınlar. Onlar təlisi gətirib tutsağı Apolloya bağlayırdılar. Onları alqışlayan olsaydı, gedib hər kəsin başını desəydilər, gətirib yerinə azacıq pul alardılar. Rəhmət hiss edirdi, ölkənin hər kəndində neçə nəfər bu gənclərdən var idi. Hər kiçik şəhridə yüzlərcə nəfər, böyük şəhərlərdə minlərcə nəfər, Tehran isə yüz minlərcə nəfər. Beləliklə, bunlar təkcə bir ilham qaynağı istəyirdilər, onun qoruması ilə güclərin bildirsinlər. Rəhmət düşündü, bunlardan 1-2 milyon edə bilərlər. Yığışıb, baş barmaqlarını göstərici barmaqları ilə orta barmaqlarının arasına soxub, öğrencilərə, öğretmenlərə, oxul uşaqlarına, karməndlərə, arvadlara, həm də işçiləri ilə kəndlərə göstərib, deyələr, siz hamınız bücürsüz, bücürba, biz sizi düzəldəcəyik. Bircəndli yavaşdan xoruldayırdı. Rəhmət beyninə gəldiyi düşüncələrdən utanıb, bu adamı belə ağır yargılaması, onun sərt görünüşü ilə ancaq bəlkə zarafatça dediyi sözü bu qədər böyütməsi və toplumsal tarixi sonuclar verməsinin nə qədər acımasız olduğunu duyurdu. Öz-özünə dedi, sanki Bircəndli istədiyi yargını verib, indi isə vicdanını hər baxışdan rahatlanması ilə yatıbdır. Rəhmət düşündü, özü də girib yatsa daha yaxşı olar. Ancaq gözlərinə yuxu gəlməyirdi. Əldə qandal olaraq, özəlliklə də bir ayrı adama bağlanaraq yatmaq çətin bir iş idi. Əlin bir balaca tərpənməsi adamı yuxudan ayıldıb, sınırların bozar. Bundan savayı insan iki əlinin tərpənişlərinin arasında dəngəsin qurmağına alışıbdır. Bir əl tərpəşincə, o birisi əldə tərpəşər. Sanki tərpənə bilmədiyi an o birisi əl qısqanclıq edər. Rəhmət sol qolunun üstündə yatanmadığını bilirdi. Çünki bu işə sağ qolunu Bircəndlidən ayrılması ya Bircəndli sol çiynini, sol qabırğaları, sol ombası, sol qıçı ilə Rəhmətin sağ çiyni, sağ qabırğaları, sağ ombası, sağ qıçının üstündə yatması gərəkirdi. Ancaq bu iş həndəsi baxımından olanaqlı olsaydı belə, gerçəkdə olumsuz idi. Sağ yana dönərsə, Bircəndlinin yuxudan ayılmağından artıq qolu, böyürü altında qalması gərəkirdi. Bir halda ki, onun qolu Bircəndlinin sol qoluna bağlanmaqdan dolayı belə bir iş ola bilməzdi. Bütün zaman Bircəndlinin üzünün yarısını göz altına almalıdır. Bircəndli yuxudan dursaydı acıqlanardı. Seçimi bu oldu.
elə o olduğu kimi dursun. Dal üstə yatmış, yerin üstündə istəsə də gövdəsinin bir parçasını tərpədə, o parça sağ əli olmaması gərək. Çünki Bircəndlinin yavaşca xorultusunu pozmaq istəmirdi. Bircəndlidən qorxurdumu? Bilmirdi. Kaş Bircəndlinin başının qapağını götürə bilib onun yuxu dünyasına baxardı. Belə bir şey olumsuz idi. Hələ üstəlik istəyirdi bilsin Bircəndli gələcəyinə necə bir dünya çəkirdi. Nə cür bir dünyadır. Tərpənişi olumsuz idi. Gələcək dünyasının necəliyini sanmaq hər vaxtdan çox işkilə çatırdı. Rəhmətin gövdəsi pəti altında qalmışdı. Necə ki, Bircəndlinin gövdəsi pətinin altındaydı. Hər tərpəniş Rəhmətin yanından bir dalğa düzəldib, ortaq pətidən Bircəndliyə çatırdı. Ola bilərdi bunun sonu onun oyanması ola. Təcrübə Rəhmətə sabit etmişdi, başını boynunun üstündən biraz sola sarı çevirib, çırağa göz diksə daha tez yuxusu tutar. Sonrası durumu dəyişmək zorundaydı. Çünki başı boynunun üstündə həm də sola sarı olsa tez xoruldamasına nədən olar. Sanki öncə xoruldayıb, sonra yuxusu aparıb, belə bir işi görüb bəlkə də yarım saat həmən durumda qaldı. Ancaq yatmaq fikri qoymurdu yuxlaya. Düşündü, yatmaqdan sonra başqa şeylərə fikir verə, bacarmadı. Sanki ağlı yatmaq fikrindən başqa bütün düşüncələrdən boş olmuşdu. Sanamağa başladı. 128-ə saya çataraq yuxusu apardı. Ancaq yuxusu aparacaq ayıldı. Sanamağın dayanmağına görə idi. 5-5 sanayıb yuxarı getməyə düşünüb sanamağa başladı. Bir sürə sanadıqdan sonra 1090-105-ə çatdı, ancaq yorulub ötürdü. Sonra birdən başını sağa çevirdi. Bircəndliyə sarı möcüzə baş vermişdi. Xorultusu Bircəndlinin xorultusuna qarışmışdı. Sonra birdən yuxuda türmənin qapısının açılmağını duydu. Hayküysüz. Türmənin astanası ağappaq, lap işıqlanmışdı. Sanki yüzlərcə neon çırağı yandırmışdılar. Birdən qapının ağzında parlaq bir yaratıq göründü. Sonra gözlərini bu parlaq yaratığa dikdi. Bu yaratıq insan mıydı, yoxsa mələk? Qadın mı, yoxsa kişi? Seçə bilmədi. Parlaqlığına görə işıqlı bir fəzada daha da güclü bir işıq törətmişdi. Parlaq yaratığa maraqlanmışdı, qaşları ilə kipriklərinin yandığını, gözlərinin odlanmağını duydu. O yaratığın parlaq üzünün istiliyini öz gövdəsində hiss etdi. Qışqırmaq istədi, edə bilmədi. Özünü gizlətmək istədi, olan deyildi. Parlaq yaratıq yola düşdü. Rəhmət də onun dalısıca getdi. Ölümün qapısından eşiyə çıxdılar. Tutsaqların, gözətçilərin, sorğuçuların şaşqın gözlərinin qarşısından keçdilər. Xiyavanlardan keçib Tehranın güneyinə sarı yola düşdülər. Çölə addım qoydular. Biraz şoranlıqda yürüdülər, sonra çoxlu məscidli, günbəzli, minarəli bir kiçik şəhrə girdilər. Həm də dolu sidər, ud, kündür, qoxusu, bir də çoxlu qəbir. Sanki hər yer, evlərin önü, məscidlərlə evlərin böyük, kiçik həyətləri qəbir ilə döşənmişdi. Ancaq hər yer səssiz idi. Elə sandı zərihi təvaf edirlər. Ağlamağı gəldi. Təvaf isə çox sürmədi. Yola düşüb şəhərdən eşiyə getdilər. Təzədən şoranlığa sarı yürüdülər. Şoranlığın ortasında günün doğmasını duydu. Sanki düz yerin arasından eşiyə çıxıb üstə gəlir. Ancaq o parlaq yaratıq gündən daha parlaq idi. Şoranlığın ortasında dayandılar. Bir şeyi gözləyirdilər. Gün üstə çıxdı. Çox üstə. Daha çox üstə. Parlaq yaratığın düz başının üstündə dayandı.
Parlaq şey isə bir yol öz başına dolanıb, parlayan əlləri ilə sanki bir sayı gizlənənləri özünə sarı çağırdı. Şoranlığın yan dövrəsində bir sayı çığıraraq eşiyə çıxdılar. Səslər hamısı gənc idi. Çığıran adamlar yeyincə yaxınlaşırdılar. Elə bil qərar idi bir yerə ya bir şeyə basqın etsinlər. Bəlkə də amacları basqından parlaq yaratıqla rəhmətin özü idi. Rəhmət istəyirdi qışqırsın, ancaq qorxurdu. Parlaq yaratıq hamını sustursun deyə çönüb əlini tərpətdi. Kütlə boyun əydi. Sonra qarşıda duran gənclərdən birini göstərdi. Gənc irəli gəldi. Yekə, uzun, qalın bir çivi həm də bir çəkic əlində idi. Parlaq yaratıq əli ilə rəhmətə yerdə üzü üstə uzanmağını göstərdi. Rəhmət boyun əyib yandırıcı qumun üstünə uzandı. Demək olar, qoşut ayaqları ilə bir də üzü qumlara dayanmasın deyə qollarını üzünün altına qoymuşdu. Sonra birinin yavaş, buyurucu, güclü səsini eşitdi. Səs tanış idi. Kəlmələri bir-bir deyirdi. Yerin gələcək yönəticiləri məni özlərinə doğal birləşmiş biləcəklər. Rəhmət bu səsi tanıyırdı. Şaşırdı. Bu tanış səs necə belə çətin sözü deyə bilir? Bir cəndinin bu çöldə kütlənin arasında o parlaq yaratığın qarşısında nə etdiyini düşünərkən böyük çivinin körpücüğün ortasında onurğa sümüyünün üstünə qoyulduğunu duydu. Çəkicin ilk döyməsində çivinin bir boyunu gövdəsinə batdı, beləliklə sanki onu yer üzünə dəcləmək istəyirlər. Rəhmət ilk öz yumruqlarının səsini hara vurulduğunu bilmədən eşitdi. Sonra öz yumruqlarının güclücə türmənin dəmir qapısına döyüldüyünü eşitdi. Daha sonra onu durdurmaq üçün bir cəndlinin iri heybətini öz yanında gördü. Ona hələ də bağlanmışdı. Sanki sonsuz olaraq ondan ayrılmazdı. Rəhmət hələ də çivinin onurğasına batıb daha da batdığını hiss edirdi. Özünün yanğılı həm də uca səsini eşitdi. Zöhrə, Zöhrə, Zöhrə. O parlaq yaratıq isə axan ulduz kimi rəhmətin ağlı ilə rüyasında sonsuza dək yox oldu. Murdad, Şəhrivər 53, Tehran. Dastancaq.